Salam. Səsim gəlir? Bəli. Gəlir. Aha, yaxşı Salam. gəlir. Salam Gülşən Bəli, xanım. bəli. Tamam, əla. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Salam, axşamınız xeyir. Axşamınız xeyir, xoş gəldiniz. Salam, axşamınız xeyir, Aysel müəllimə. Axşamınız xeyir, Günay xanım, necəsiz? Sağ olun, siz necəsiz?
Digər Mən də müəllimlərin axşamı xeyirli olsun. Axşamınız xeyir. Hər vaxtınız xeyir, axşamınız xeyir müdavimlər, tamam. axşamınız xeyir Salam. Aysin müəllimə. Axşamınız xeyir. Axşamınız xeyir. Hamı qoşulsun. Yazın qrupa. Dərsi öyrənmisiniz? Bəli, Ayşə. Bəli müəllimə. Aha, tamam, əla. Deməli, onda o birlər qoşulana qədər biz sual-cavabımıza başlayaq, vaxt bitirməyək. Deməli, mən baxım. Günay xanım, bildi sizin adınız gəlir məndə. Aha, Deməli, bəli, buyurun. Bir dəqiqə kimsə qoşulur. Hə, Günay xanım, siz bizə hansı ki maddələr var? Maddə tabii ki, təhsil qanunu, 5 bənd. Onu bizə danışın. Aha. Deməli, təhsil hüququ, deməli, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Sonra pulsuz icbari ümumi orta təhsil, yəni dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Sonra dövlət təhsil sisteminə nəzarət edir. Yəni təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən, durumundan asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir və dövlət minimum təhsil standartlarını müəyyən edir. Əla, möhtəşəm. İndi siz burada dediniz, dövlət pulsuz icbari ümumi orta. Bunu necə başa Bəli, bu düşək? 9 illikdən söhbət gedir də müəllimə. 9 illiyi uşaq oxuyub bitirməlidir. Bəli, düzdür. 9 illiyi uşaq oxuyub bitirməlidir. Yəni o məcburidir. Məcburidir, bəli. Yəni Bəli. ondan sonra isə oxuya bilər, istəsə hansı peşə məktəbinə gedib müraciət edə bilər. Doğrudur. İndi EE qoşuldu. Mən hər dəfə soruşuram, indi özümdə qeyd edəcəm onu. Kim idi o? Salam müəllim, Dünya Maliyeva Arzu. Hə, Arzu xanım, hər dəfə mən sizi unuduram. Yazdım qabağıma, kim bilir. Deməli. Günay xanım, çox sağ olun, əla. Sonra Sağ məndə olun, çox ikinci gəlir. Firuzə xanım, siz bizə təhsilin formaları haqqında danışın. Salam müəllim. Salam, Təhsilin axşam. formaları, təhsilin 3 forması var idi. Formal, qeyri-formal, bir də informal. Formal təhsil forması var idi ki, dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması idi. Qeyri-formal isə bunun əksi idi. Burada heç bir dövlət təhsil sənədi verilmir. Sadəcə müxtəlif kurslarda, dərnəklərdə əldə olunan təhsil forması idi. Əldə olunan təhsildir daha doğrusu. İnformal təhsildə informal özünü təhsil yolu ilə biliklərə yiyələnmə idi deyəsən. Bəli, əla, çox sağ olun. Əla. Gülşən xanım, siz keçən dərs qoşulmamışdınız. Bəli, müəllim, qoşula bilməmişdik ixtisas dərsini. Tamam, bəs dərsi öyrənmisiniz? Bəli, öyrənmişəm. Əla, tamam, bir dəqiqə bu qoşulanlar. Hə, Gülşən xanım, siz bizə təhsil alma formalarından 4 dənə əsası danışın. Deməli, təhsilin formaları var idi, bir də təhsil alma formaları var idi. Təhsil alma formalarına əyani, qiyabi, distans, sərbəst eksternat, stasionar, bir də ki, evdən təhsil, bir də fərdi təhsil daxil idi. Əyani təhsil nə idi? Əyani təhsildə deməli təhsil alanın təhsil müəssisəsi ilə müntəzəm əlaqəsi olurdu. Qiyabi
qiyabi təhsil alma formasında isə deməli təhsil alanın təhsil müəssisəsi ilə birbaşa əlaqəsi kəsilmirdi. Müəyyən bir təyin olunan vaxtda və yaxud da ki, imtahandan imtahana iştirak edirdi təhsil müəssisəsində. Distant təhsil bu idi ki, distant təhsil ölkədə hər hansı bir fövqəladə hadisə baş verərsə, bu zaman dövlət uzaqdan təhsil sisteminə keçirilir. Deməli müxtəlif səbəblərdən tədrisdən kənarda qalan şəxslər təhsil alma hüququ və yaxud da ki, hər hansısa bir səviyyəni vaxtından tez qurtarmaq verilən təhsil forması idi. Deməli, təhsil alma forması idi daha doğrusu. Sonra stasionar var idi. Bu sağlamlıq imkanları məhdud olan şəxslər. Gülşən xanım, bağışlayın sözünüzü kəsəm. Mən demişim 4 dənə əsası danışaq, əlavələr qalsın. Aha. Tamam. İndi siz mənə deyin görün. Bu 4 dənə əsasdan ümumi təhsil pilləsində, baxın ümumi təhsil pilləsi deyəndə həmişə bilin ki, məktəb nəzərdə tutulur. Bəli. Ümumi təhsil pilləsində hansılar olur? Bu 4 dənə əsasdan. Ümumi təhsil pilləsində əyani olur, bir də eksternat. Ay, sağ ol. Qiyabi? Qiyabi olmur. Bəs distant? Distant da yəni fövqəladə hal baş verərsə ola bilər ölkədə. Yəni istisna hallarda ola bilər və qanuni cəhətdən yoxdur. Fövqəladə hallar zamanı istisna hallarda olar. Biz hal-hazırda hansı təhsil alma formasındayıq? Biz hal-hazırda distant. Distantın ikinci adı? Online yəni. Yox. İkinci adı var idi. Məsafədən. Ay, sağ ol, məsafədən. Bəs yaxşı, təhsil formaları danışdılar bayaq. Formal, informal, informal. Biz onlardan indi hansına aidıq hal-hazırda, hansına aidik? Biz burada qeyri-formal təhsil formasına Bəs indi hal-hazırda siz hansına hazırlaşırsınız? Mən formal təhsil. Ay, sağ, formal təhsilə hazırlaşırsınız. Əla, qəşəng. Deməli, dedik görüm o kim idi? Ruhiyyə xanım. Ruhiyyə xanım, siz bizə zəhmət olmasa 3 dənə əlavəni danışın. Təhsil alma formalarından 4-ünü danışdı, qalan 3 əlavəni siz danışın. Müəllimə, bir 5 dəqiqə mənə vaxt verin, olar. Mən girirəm indi, amma dinləyirəm, olar. Onda sizin yerinizə başqası danışsın, mən sizə başqa sual verərəm. Bəli. Tamam. Nərminə xanım, siz danışın. Bəli, buyurun. Sual necə idi? Elə bil ki, təhsil alma formalarını danışırdıq. 4 dənə əsası danışdılar, qaldı 3 dənə əlavə. Onları danışın. Aha, bəli, aydındır. Deməli, əlavələrdən var idi fərdi təhsil. Fərdi təhsil istedadı, xüsusi istedadı olan şagirdlər, qabiliyyəti olan şagirdlər üçün fərdi təhsil həyata keçirilir. Məncə bu da dərsdən kənar dərs adlanır. Dərsdən kənar, bəli, düzdür. Bir də müxtəlif səbəblərdən dərsdən, təhsildən kənarda qalan şəxslər üçün fərdi təhsil ala bilir. Evdə təhsil isə əqli cəhətdən qüsurlu şagirdlərə keçirilməsidir. Sağlamlıq imkanı məhdud. Stasionar sağlamlıq imkanı məhdud olan şəxslər üçündür. Və 21 gündən gec olmayaraq həyata keçirilir. Və bu idi da Aysel xanım səhv yadımda qalmayıbsa, həmin şagirdlər üçün xüsusi müəllimlər tutulur. Həmin qaldığı məntəqə, tibb məntəqəsinə yaxın məktəbdən müəllim tutulur, 21 gündən gec olmayaraq. Bəli, bəli. Elə bu sualı istəyirdim verim, siz dediniz. Bəli, 21 gün artıq şagird tibb məntəqəsindədirsə, artıq buna bir tədbir görürlər də ki, görürlər uşaq hələ qalıcıdır. Ay, sağ olun. Yaşadığı deyirəm, olduğu tibb məntəqəsinə yaxındır. Əla. Bəli. Tamam. Mirvari xanım, siz bizə deyin ki, ümumi təhsil proqramına, ümumiyyətcə ümumi təhsil proqramı nədir? Yoxsa siz demişdiniz ki, bugün dinləyicisiz. Tamam. Tahirə xanım. Bəli, müəllimə. Bəliniz şirin. Ümumi təhsil proqramı nədir? Ümumi təhsil proqramı deməli fənlər üzrə kurikulumdur. Fənlər üzrə kurikulum.
dərsdən kənar məşğələlər və fakultativ kurslar, məktəbdən kənar təhsil proqramı və tədris planlarıdır. Əla. Bunlar daxildir ümumi təhsil proqramına. Çox proqramına. gözəl. Bəs ümumi təhsil proqramı özü nə deməkdir? Ümumi təhsil deyirsə, müəllimə, burada ümumi orta məktəb haqqında, tam orta məktəbin bütün pillələri, bütün səviyyələri haqqında proqramdır da. Yəni, məktəbdə keçdiyimiz dərslər, məktəbdə keçdiyimiz fənlər bunlardır. Dərsdən kənar məşğələlər. Ümumi təhsil proqramı deyəndə qısaca yəni kurikuluma daxildir. Kurikuluma daxildir. Saydıqlarımızın 4-ü də bəli daxildir. Çox gözəl. Kurikuluma. Bəli. Tamel xanım. Bəli, axşamınız xeyir. Axşamınız xeyir Tamela xanım. Zəhmət olmasa deyin görək, fən kurikulumuna nələr daxildir? Bir də müəllimlər çox xahiş edirəm. Yəni inşallah heç kim kitaba baxaraq cavab vermir də. Yəni özünüzü allatmayaq, yaxşımı? Xeyr, müəllimə yox. İnan o qədər gözəl başa düşmüşük ki bu mövzunu. Nə gözəl. Yəni Yəni- sizə özəl demədim ha, ümumiyyətlə hamıya aid deyirəm ki, heç kim kitaba baxmasın da. Çünki bilək ki, nəyi bilirik, nəyi bilmirik, onun üzərində işləyək. Yaxşımı? Bildi, aydındır Tamam. müəllimə, aydındır. Tamam. Fən kurikulumlarına daxildir. Fənnin məqsəd və vəzifələri, fənnin tədrisinə verilən tələblər, ümumi təhsil səviyyələri və hər bir sinif üzrə təlim nəticələri, sonra 4-cü təlim strategiyaları, fəndaxili və fənlərarası inteqrasiya, 6-cı qiymətləndirmə vasitələri və meyarları, 7-ci isə təlim materiallarının planlaşdırılması üzrə metodik tövsiyələr. Əla, çox sağ olun, Yeddi. çox sağ olun. Əla. Siz- Tamara xanım, cavab vermək istəyirsiniz? Bəli. Hə, siz bizə zəhmət olmasa təhsil pillələrini sayın. Məktəbə qədər təhsil, yəni bağça, ümumi təhsil, peşə təhsili, bunun da 3 səviyyəsi var. İlkin, texniki, bir də yüksək texniki, orta ixtisas təhsili, texnikum, kollec, bir də ki, ali təhsil, bunun da 3 səviyyəsi var. Bakalavr, magistratura, bir də doktorantura. Çox sağ olun. Mən bir saniyəli fikrim yayındı. Bilmirəm, bəlkə də siz dediniz. Ümumi təhsili dediniz. Aha, bəli, ümumi təhsil dedim, məktəbdir. Aha, onun səviyyələri hansıları idi? 4 səviyyəsi var. Aha. Məktəb hazırlıq mərhələsi, ibtidai təhsil, ümumi orta təhsil, bir də tam orta təhsil. Məktəb hazırlığı 5 yaşdır. İbtidai təhsil Bəli. 1-ci, 4-cü siniflərdir. Ümumi orta təhsil isə 5-dən 9-cu siniflərə qədərdir. Tam orta təhsil isə 9-11-ci siniflərdir. Çox qəşəng. Əla. Sonra deməli siz gəldiniz. Deməli adı nə idi müəllimənin? Ruhiyyə xanım qayıtdınız. Sual verim sizə. Aha. Kimdən soruşmadımsa əl qaldırsın, bəlkə mənim fikrim yayındı, gözümdən qaçdı. Kimdən soruşmamışam? Hə, qayıtdınız siz. Müəllimə, mən gəlmişəm, hə. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Xoş Necəsiz? gördük hamınızı. Çox sağ olun. Siz necəsiniz müəllimə? Mən də yaxşıyam, çox sağ olun. Ruhiyyə xanım, siz zəhmət olmasa bizə deyin görək, ümumi təhsil prosesinin iştirakçıları kimlərdir? Ümumi təhsil iştirakçıları. Deməli, aidi təhsil verənlər, təhsil Bəli. alanlar, Məsələn, sonra təhsil verən deyəndə kimlər nəzərdə tutulur? müəllimlər nəzərdə tutulur müəllimə. Başqa, Təhsil alanlar isə şagirdlər nəzərdə tutulur. Sonra təhsil verənlərə sağ ol, bəli. pedaqoji işçilərdir, sonra psixoloqlardır, lokopedlərdir, səhv eləmirəmsə, Bəli. tərbiyəçilərdir, Düzdür. sonra hansılardır? Çalışır Laborantlardır, kitabxanaçılardır, müəllimə. Bəli, çalışır qədər hazırlıq etmənləri, Bəli, bəli, musiqi rəhbərləri, metodistlər, bunlar hamısı təhsil verəndir. Təhsil alan Bəli. uşaqlardır. Biri də var idi, təsisçilər. təsisçilər. Aha, Hə, yəni o məktəbi tikib ərsəyə gətirən də. aha, Bəli. aydındır. Tamam. Müəllim, Arzu olar xanım. bir də buyurun müəllim, Buyurun. eşidirəm. Sual vermək Kimin- istəyirəm. Hə, buyurun, buyurun.
Burada müəllim məsələn də bu təhsil verənlərdə məsələn təsisçilər biz deyirik də. Ümumiyyətlə yəni binanı tikən dövlət tərəfindən tikilməyib. Təsisçisi dövlət üzvü olunmur. Hətta daxildir də o da. Təhsil verənə Yəni daxil. biz təsisçi dediyimiz zaman belə deyək də, yəni ümumi Tabii, təhsil tabii. qurumunu nəzərdə tuturuq da. Bəli, yəni təsisçi də o Təhsil Nazirliyi deyək də belə. Bəli, bəli. Aha. Onu bilmək istəyirdim mən. Aha. Sonra Arzu xanımdan bir şey müəllimə. soruşacağam. Bəli. Təsisçilər, yəni məktəbi tikənlər nəzərdə tutulur da. Yoxsa Məktəbə ərsəyə gətirənlər, bəli, əsasını qoyanlar. aydındır. Çox Aha. Buyurun, Arzu xanım, mən sizə sual verməmişəm, indi sizə sual verirəm. Buyurun, Deyirəm ki, təhsil alan, Bəli. yəni şagird, sağlamlığını qorumalıdır, sağlam həyat tərzi keçirməlidir. Hüquqdur vəzifə. Müəllim şagirdin vəzifəsidir. Çünki sağlam həyat dedikdə, yəni onun öz sağlamlığın qeydinə qalmalıdır, pis vərdişlərdən uzaq olmalıdır. Bu həm şagirdin, həm də şagirdin belə deyək də valideyni və ya onun qəyyumluğa götürən insanın vəzifəsidir. Tamam. Bəs deyirəm ki, dövlət, cəmiyyət, ailəsi və özü qarşısında məsuliyyətini dərk etmək hüququdur yoxsa vəzifəsi? Vəzifəsidir. Bəli, vəzifəsidir. Deyirəm ki, təhsil verənin mükafatlandırılması və təltif olunması hüququdur yoxsa vəzifəsi? Hüququdur müəllim. Deyirəm, təhsil verənin yeni ixtisas alması hüquqdur yoxsa vəzifə? Hüququdur. Hüququdur. Nərminə xanım, deyirəm ki, təhsil verənin ixtisasını artırması hüquqdur vəzifə? Vəzifəsidir. Aha. Gülşən xanım, deyirəm ki, təhsil verən ixtisas və elmi dərəcəsini yüksəltməsi hüquqdur vəzifə? Vəzifədir. Vəzifəsidir. Yox, Hüququ hüququdur. olmalıdır. Hüququdur. Bəli, elmi dərəcəsi, yəni doktorantura, magistratura, yəni də öz istəyinə uyğun Məcburi yüksəltmək. elmi istəyirsən. Bəli. Hüququdur. Yəni Bəli. dövlət buna qarışmır da. Sən gedib Bəli, ixtisası bəli. artıra da bilərsən. Sadəcə məktəbdə Bəli. metodist kimi işləyə də bilərsən. Bəli. Yəni ki, deyirəm- orada bir dənə bəli, eşidirəm. Üzrü sayın müəllimə sözün arasına etdim. Ən çox xoşuma gələn hissəsi bu hissələrdir müəllimə. O qədər xoşuma gəlir Hə? ki. Hüquq və nə gözəl, nə gözəl. Çox adamı zəhləsi gəlir bu hissədə. Yox, mənim o qədər xoşuma gəlib. İnanırsınız müəllimə, düzdür, səhvlərim oldu olmağına. Ancaq o deyir çalışa-çalışa Səhv edirlər. öyrənməlikdə. Bəli, səhv bəli. edirəm. Səhvlərdən nəticə çıxartma. Müəllimə, bir də bir sual verim sizə. Bağışlayın, dərsdə mane oluram. Buyurun, Biz buyurun. yenidən gələcəyik bu dərslərin üstünə müəllimə Təbii təkrarən. ki, biz bir 3-4 dəfədə təkrara qayıdacağıq. Nə yaxşı müəllimə, onda mükəmməl Bəli. oldu. Bəli, mükəmməl olacaqsınız inşallah. Belə, Sevindim. bax, indi mən də sevindim. Belə baxdım ki, maşallah aktiv qrup oxşursunuz. Həmişə çox maraqlı olur. Bir də görürsüz ki, qrup ümumilikdə passiv qrupdur. Qrupda var ki, ümumilikdə aktiv qrupdur. Bunun ortası yoxdur. Passiv qrupla mən də çox sıxılıram, yuxu basır, dərsdə əsniyə əsirdirəm. Amma aktiv Bəli. qrupla ləzzət edir, işləmək istəyirəm. Müəllimə, çəkməyəsəm də istəyirəm cavab verim. Yəni mənə də bu Yox. suallardan verərsiniz. Deməli, Arzu xanım, sizə bir dənə şey deyim. Mən keçən il yanvarda qoşulan qruplarım var idi. Bir müəllimə var idi, sertifikasiya imtahanına hazırlaşırdı. Orta yaşlı müəllimə idi, Gəncədən qoşulmuşdu. Deyirdi ki, bu heç vaxt sualcavabda iştirak eləmirdi. Bir dəfə, 5 dəfə, 10 dəfə. Bir gün buna yazdım ki, ay müəllimə, niyə sualcavabda iştirak eləmirsiniz? Mən yazdı ki, müəllim, mən çox çəkinirəm, utanıram, bilmirəm. Qorxuram, səhv deyərəm, oradakılar cavanlardır, mən nə bilim belə. Dedim ki, müəllimə, bilirsiniz nə var? Bu dəqiqə nə mən, nə o, nə bura qoşulan heç kim alim deyil. Biz səhv edə-edə öyrənirik və burada siz pul ödəyirsiniz ki, öyrənmək üçün. İnanın, onlar axşam qrupu idi. Bizdə sonraki aylarda dəhşət mən çox qruplarım olurdu. Axşam 7-dən 1-ə kimi dalbada dərslərim olurdu. Onların qrupunda bütün testin izahını o müəllimə verirdi və o dərəcə açılmışdı və maşallah imtahandan da qəşəng keçdi, müsahibə mərhələsindən də qəşəng bal yığdı. Yəni ki, cavab verin, susmayın. Səhv cavab verəcəksiniz, səhvlərimizi düzəldib öyrənəcəyik. Aydındır müəllimə. Əla. Aydın. Sonra Tahirə xanım, Bəli müəllimə.
Deyirəm ki, övladlarını Azərbaycançılıq ruhunda tərbiyə etmək valideynin hüququdur yoxsa vəzifəsi? Vəzifəsidir müəllimə. Aha, deyirəm ki, övladları üçün təhsil müəssisəsini seçmək valideynin hüququdur vəzifəsi. Hüquqdur. Hüquq müəllimə. Əla, çox qəşəng. Tamara xanım, deyirəm Bəli. ki, şagirdin tədris dilini, xarici dili seçməsi hüquqdur vəzifə. Hüquq. Deyirəm ki, şagirdin fiziki, psixi zorakılıqdan, təhlükəsizlikdən müdafiə olunması hüquqdur vəzifə. Hüquq. Əla. Firuzə xanım, deyirəm ki, təhsil verənin şagirdin psixi, fiziki zorakılıqdan qorumaq, onun təhlükəsizliyini təmin etmək, təhsil verənin vəzifəsidir, hüququ. Vəzifəsi. Vəzifəsi. Aha, Gülşən xanım, deyirəm ki, valideynin məktəb kollektivi ilə əməkdaşlıq etməsi. Hüquq. Vəzifə. Vəzifəsidir müəllimə. İki insan arasında olanlar vəzifədir. Bəli, bəli. Sonra Mirvari xanım, deyirəm ki, şagirdin sinif yoldaşı ilə əməkdaşlıq etməsi. Vəzifə. Vəzifəsi. Bəli. Günay xanım, deyirəm ki, Bəli. təhsil verənin rəhbərliklə əməkdaşlıq etməsi. Vəzifəsidir. Vəzifədir müəllimə. Bəli. Ruhiyyə xanım, deyirəm ki, təhsil verənin psixoloqla əməkdaşlıq etməsi. Əlbəttə ki, vəzifəsidir müəllimə. Bəli. Arzu xanım, deyirəm ki, valideynin təhsil müəssisəsi ilə əməkdaşlıq etməsi. Vəzifəsi. Hüquqdur müəllim, tərbiyə müəssisəsidir. Niyə hüququdur? Niyə hüquq? Biri insan, biri müəssisə demişsiniz onda. Biri müəssisədir, yəni belə deyək də, bina, biri insan, obyektlə insan arasında olduğundan hüququ, insanla insan arasında olduqda isə vəzifəsi. Əla, çox qəşəng. Dərsimizin hansı hissəsi qaldı? Deməli, Günay xanım, siz bizə deyin görün. Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilər? Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilər? Sertifikasiyadan keçənlər, o bizim yaralı yerimizdir müəllimə. Onu birinci Siz vurğuladım. sertifikasiyasınız? Bəli, bəli. Aha, Mən inşallah. ona köklənmişəm, ondan ora çıxa bilmirəm, o başqa sərhədə. Aha, Sonra təbii ki, belə deyək də, təhsil olub diplomu olanlar, universitet məzunları. bəli. Hətta belə deyim sizə, hətta ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər də pedaqoji fəaliyyətlə məşğul ola bilər. Necə ola bilər? Məsəl üçün deyirəm də, tutalım ki, ucqar bir kənddir. Kənd vakant yeri çıxardıb, deməli, tarix müəllimliyinə, nə bilim, kimya müəllimliyinə məsəl üçün. Vakant yeri çıxır, amma heç kim getmir ki, ucqar kənddir də, mən nə işim var, mən Bakıda yaşayıram, getmir. İndi orada müəllim çatışmazlığı var. Qeyri-pedaqoji, yəni məsələn, bilirik də, indi diploma kimya müəllimi sözü yazılmalıdır, bu olub pedaqoji. Amma sadəcə kimya yazılanda bu pedaqoji sayılmır, qeyri-pedaqoji sayılır. Belə hallarda, yəni təbii ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qeyri-pedaqojular, yəni zəruri hallarda gedib müəllim kimi fəaliyyət göstərə bilər. Bildiniz necə? Aha, müəllimə, indi onu birdən, məsələn, testə düşsə, indi necə düşə bilər, məsələn? Belə bir sual düşə bilər də testdə hər halda. Yox, inanın ki, yox, belə suallar düşmür. Sadəcə siz biləsiniz deyə deyirəm ki, yəni məlumatınız olsun. Bəli müəllim, bunları bilməyimiz vacibdir. Bəli, ki, bəli. Yəni mən də belə hesab edirəm ki, bunlardan sual düşməyəcək. Sadəcə olaraq biz özümüz bilməliyik. bilməlisiniz, bəli. Və bir də belə suallar bir də görürsünüz müsahibə mərhələsində də verilir. Bəli. Tamam. Yaxşı, kimlə davam eləyək? Deməli, Gülşən xanım, siz bizə deyin görək, bəs kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz? Deməli, sertifikasiya imtahanından kəsilən müəllimlərə biraz vaxt verilir. Əgər yenidən sertifikasiyadan keçə bilməsələr, onlar dərsdən, yəni pedaqoji fəaliyyətdən uzaqlaşdırılır. Aha. Deməli, universitet
bakalavr və yaxud da ki, orta ixtisas təhsili olmayan şəxslər. Aha, okey. Bəli. Sonra yəni belə. Müəllimə, Arzu xanım da- hansı bir cinayət məsuliyyətinə cəlb olunubsa, Ay. onun üzərindən o şey götürülməyibsə onlar, hansısa bir xüsusi xəstəlikləri varsa, yəni belə pis Bəli. vərdikləri olanlar, nə bilim, o xəstəlikləri olanlar, onlar pedaqoji fəaliyyət göstərə bilməzlər. Ondan sonra Fəaliyyət qabiliyyətsizliyinə məhdud fəaliyyət qabiliyyəti olarsa, bəli və buna görə məhkəmənin də qanuni qüvvəyə minmiş qərarı varsa, onlar ola onlar bilməz. iştirak edə bilməzlər. Aha, doğrudur. Bir də Etik davranış qaydalarından pozanlar bir il verilir və bir ildən sonra yenidən MİQ imtahanından keçib davam edə bilərlər. Bax, bu sizə suallarda belə düşə bilər. Deyər ki, deməli, etik davranış qaydasını pozan müəllimlər bir daha pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Doğrudur, yanlış? Yanlışdır. Onlar yenidən imtahan verib məşğul ola bilərlər. Sadəcə bir il məşğul ola bilir. Ondan sonra gedir müddət keçir. Bəli, düzdür. Sonra, deməli, Tamara xanım, deyirəm ki, deməli, kimlər, hansı şəxslər sertifikasiyadan azaddır, yəni keçmirlər sertifikasiyadan? Hamilə qadınlar, sonra 3 yaşına qədər uşağı olanlar da, yəni məzuniyyəti bitdikdən sonra 3 dəfə sertifikasiya imtahanına keçmiş şəxslər, daha sonra Orada yaş şərti olmalı, 60 yaş. 60 yaşından yuxarılara da könüllü. Bəli. Aha. Tək uşağa baxan demək kişilər, Atalar. Aha. atalar da yəni. 3 yaşına qədər övladını tək böyüdən atalar. Bəli. Ha. İlk dəfə MİQ-dən keçənlər. 5 ili tamam olmayan müəllimlər. Aha. İşə düzəlib 5 il tamamı. Sonra analıq məzuniyyətində o yenidən qayıdıb 1 ili tamam olmamış müəllimlər keçə bilməzlər. Aha. Müəllimə bir sual verim də sizə. Buyurun. Böyük müəllimə var, xahiş eləyib məndən ki, onu sizdən soruşum. Xanım hamilədir, üzr istəyirəm. O sertifikasiya imtahanında deyir, iştirak eləmək istəyirəm. Onun analıq məzuniyyəti hardasa düşür mart-aprel aylarına. Deyir, mən ərizə yazıb, orada iştirak eləyə bilərəm, bilmərəm. Onu bilirsiniz 146-ya zəng edib soruşsun. Çünki o dövlətin bir qərarıdır deyə mən özümdən heç edə bilmərəm. Hə, 146-ya zəng edib maraqlanır. Çox sağ olun. Biraz o qarışıqdır. Keçən ildə bir dənə məndə var idi elə müəllim. Yazıb hazırlaşdı, axırda da keçmədiyini bu il keçəcək. Hə, deyir, istəyirəm keçəm. Prosto deyir, bilmirəm. Deyirlər ki, olmaz. Ona görə qalmışam belə. Dedim, mən böyük müəllimədən soruşaram, yaxşı. Bağışlayayım, sözü aldım müəllimə. Eyb yox. Məncə də icazə verilməyəcək, məncə. Amma yenə də tam dəqiq maraqlanır. Hə, deyir, mənim deyiblər ki, icazə verilməyəcək. Hardansa dəsən təhsil şöbəsindən deyiblər ki, icazə verilməyəcək. Deyirəm, amma mən istəyirəm ki, iştirak eləyəm. Dedim, onda mən də maraqlanıram müəllimədən bir məsləhət verər yəqin ki. Hə, məncə icazə verməyəcəklər, amma yenə də dəqiq maraqlansın da, indi dövlətdir, hər şey gözlənilir. Yaxşı, çox sağ olun müəllimə məsləhət üçün. Çox sağ olun. Əla, bugünkü dərsi çox qəşəng öyrənmişsiniz, amma indi nə olsun? Bəlkə əvvəlki dərsi unutmuşuq, ona görə onu da təkrarlamalıyıq. Deməli, Tamela xanım, siz bizə deyin görün, kurikulum nədir, lüğəti mənası nədir, tərifi nədir? 2008-ci ildə yaranıb kurikulum mənası yol, istiqamət, elm deməkdir. Təhsilin təşkili, məzmunu və qiymətləndirilməsini özündə toplayan konseptual sənəddir kurikulum. Bəli, düzdür. 2008-ci ildə tətbiq olunmağa başlayıb, amma 99-da gəlib Azərbaycana. Aha, tamam. Mənası yol, istiqamət, elm deməkdir. Bəli, əla, düzdür. Sonra, Tamara xanım, siz bizə deyin görün, şagird yönümlülük nədir? şagird yönümlülük, yəni bu işin mərkəzində şagird olur. Onların maraq dairələrini, tələbatlarını ödəməli, sonra istedadlarını üzə çıxarmalıyıq.
Aha. Sonra kitabda olmayan bir şey də mən demişdim sizə. Şagirdə seçim haqqı vermək, sonra diaqnostik qiymətləndirmə və şagirdin yaş potensialı. Üzrü sən Bunlar onu da- qeyd etməmişəm. Bunlar da ora aiddir. Bunlar kitabda yazmıyor. Amma bunlar da ora aiddir. PDF-də də görməmişəm ona görə. Qeyd Müəllimə edərsiniz. üzr istəyirəm. Təkrarlaya bilərsiniz. Deməli, şagird yönümlülüyün yanına yazın ki, şagirdə seçim haqqı vermək, diaqnostik qiymətləndirmə, yəni açar sözlər deyirəm. Bir də şagirdin yaş potensialı, yaş xüsusiyyəti. Tahirə xanım, siz bizə şəxsiyyət yönümlülüyü danışın. Müəllimə, şəxsiyyət yönümlü biz şagirdi bir şəxsiyyət kimi formalaşdırmalıyıq. Onlara milli, mənəvi dəyərlərimizi deməli aşılamalıyıq. Onların ünsiyyət, psixoloji bacarıqlarını üzərə çıxartmalıyıq. Yəni bütün milli dəyərlərimizi, atributlarımızı, hamısını bunlara aşılamalıyıq və bir şəxsiyyət kimi formalaşdırmalıyıq şagirdi. Aha, indi orada bir dənə nəyi düzəldək? Psixoloji yox. İdrak və 4 növü var. İdrak, ünsiyyət, İdrak, ünsiyyət, psixomotor, psixomotor. və dəyərlər. Ay, Dəyərlər. bəli. O idrak, ünsiyyət, psixomotor taksonomiyadır, onu keçəcəyik. Sonra deməli Tahirə xanım danışdı. Nərminə xanım danışdı yoxsa? Bəli, yox, buyurun. Nərminə xanım, siz bizə nəticə yönümlülüyü deyin. Təhsil verərkən nəticəni sonu əvvəlcədən görmək. Yəni sonda əldə edəcəyimiz biliyi Nəticələri əvvəlcədən müəyyənləşməsi. Ay, sağ ol. Bəli, düzdür. Mirvari xanım, siz bizə tələb yönümlülüyü danışın. Müasir dövrün cəmiyyətin tələblərinə uyğunlaşmaq deməkdir. Tələb yönümlülük. Əsrin Bəli, düzdür. tələblərinə uyğunlaşmaq. Aha. Leyla xanım niyə qoşulmuş dərsə? Xəbəriniz yoxdur? Bilmədim. Tamam. Sonra Gülşən xanım, siz bizə inteqrasiyanı danışın. Deməli inteqrasiya təlimin deməli fənlərin arasında və yaxud da ki standartlar üzrə inteqrasiya olunmasıdır. Yəni necə? Bunlar da fəndaxili inteqrasiya ola bilər, fənüstü inteqrasiya ola bilər, fəndaxili, fənüstü, bir də fənlər var. Fəndaxili inteqrasiya odur ki, deməli burada məzmun xəttləri arasında olur. Məsələn, müəllim dərsi keçərkən fən daxilində, məsələn, bu da fən daxilidə iki cür olur. Daha doğrusu şaqili olur, üfüqi olur. Deməli, şaqili inteqrasiyada siniflərə, məsələn, müəllim tarixdə danışarkən 6-cı sinif tarixindən danışarkən 5-ci sinifə də müraciət edir. Deməli, şaqili üfüqi inteqrasiya budur ki, deməli, burada dərslərin əlaqələndirilməsidir. Sonra fənüstü bu idi ki, həyatla əlaqələndirilməsi idi. Məsələn, müəllim dərs keçərkən biologiyada oksigeni məsələn keçirir uşaqlara. Bu zaman təbiətdə ağacların, yəni havanın necə təmizlənməsi haqqında da məlumat verir. Fənüstü məsələn budur. Həmçinin də uşaqları deməli məktəb divarları ətrafında yox da həyatın necə dərk edilməsini öyrədir və bu fənüstü idi. O dərsi bugün geniş keçəcək, biraz fənüstüdə dəyişikliklər olub, indi birazdan izah verəcəm. Çox sağ olun. Günay xanım, siz də bizə qiymətləndirməni danışın, nəyə deyilir qiymətləndirmə? Qiymətləndirmə müəllimə, yəni təhsil alanların nailiyyətinə dövlət tərəfindən qoyulan tələbdir. Dövlət tələbidir. Nailiyyətinə bəli, ay sağ ol, düzdür. İndi müəllimlər, mən indi sizə link göndərmişəm, həmin qrupunuza girin. Müəllimə, material qrupuna göndərmisiniz? Yox, hələ heç nə göndərməmişəm, bax indi göndərdim. Sizə link Mən material qrupunda yoxam, ona görə deyirəm. Niyə yoxsunuz? Deyin, salsınlar da qızlara. Müəllimə, 2 dəfə müraciət eləmişim, salmayıblar. Tamam, mən deyərəm. Yox, bu birisi qrupa göndərdim. Link göndərdim dərsə qoşulduza. Bax, o qrupa girin. Link göndərdim indi. Testdir.
açın, iki mövzu keçmişik də, iki mövzudan qarışıq testdir. Deməli, saat 38-dir. 50-yə qədər vaxtınız var. 10 dəqiqə qalmışa qədər işləyə bilərsiniz. Test qutarsanız nə gözəl. Amma belə maksimum 10 dəqiqə qalmışa qədər vaxtınız var işləyin. Yəni sakitlik hamı özü üçün işləsin, sonra müzakirə edərik. Forumdur, iş apta gedirsiniz, bitirirsiniz, balınız çıxacaq. Səhvlərinizi mənə deyərsiniz. Leyla xanım, Mirbari xanım, indi sizin özünüzə də göndərirəm testi. Müəllimə, çox üzr istəyirəm. O siz göndərdiyiniz materiallar mənim o biri nömrəmdədir. O telefon da uşaqdadır. O təlimdədir. Mən sizə şəxsiyə göndərim. Tamam, göndərim. Doğrudan Leyla xanım, Mirbari xanım, siz varsınız da qrupda, unutmuşdum. Çox sağ olun Mən müəllimə. varıq gəldim. Tamam. Müəllimə, zəhmət Bəli. Tamam, sizə də göndərim. Göndərim.
Aysel xanım, mən yazdım, 3 səhvim çıxdı. Tamam, indi baxarıq. Bu hamı yazsın. Mən də yazdım, 4 səhvim çıxdı. Tamam. Müəllimə, mən də yazdım, 2 səhvim çıxdı. Hamı bitirdi? Baxaq izahlara. Bitirməyən varsa desin. Baxaq müəllimə. Müəllimə, mən hələ bitirməmişəm, çünki gec qoşuldum. Hə, tamam. Gözləyək. Xeyr müəllimə, hələ bir dəqiqə gözləyin, biz də Tamam, tutaraq sonra. tamam. Müəllimə, mən də xala basmaq əvəzinə bilmədən yenidən işləyə bastım. Tamam. İşləyək. Ay müəllim, işlədim, nətər oldu, əlim dəydi ki, çıxdım. Orada Təzədən bitir yaza var. Aha, yaza bilərsiniz. Bitir var, sonra da xakka bas. Belə bir şey gəlir. Ona basırsınız, balınız çıxır. Yenidən girin. Əgər pozmamısınızsa görsənəcək cavablarınız. Müəllimə, rus dilindədir, bilmirəm rus dilində, ona görə ki yazdım, səhv getdi. İkinci Hə, yuxarıda basmalıydım mən. O aşağıda, lap aşağıda yaşıl rəngdə Atpravit var. O Atpravitə basın, ballar gələcək. Yuxarıda da yazacaq ballar görsənir rus dilində. Посмотрите balı yazılır. Onun üstündən vurun, görsənəcək balınız. Görsənmədi burada nəsə. Düzgün eləyə bilmədim yəqin. elə bir sualın altına çatanda orada bitir var. Onu basırsınız, bir dənə başqa səhifə açılır. 2 dənə cümlə gəlir. İndi məndə türkcədir. Məndə yazır xaka bas, Azərbaycancadır. Yazıb xaka bas, yuxarıda ona basıram. Bir də var altında yazır ki, yenidən işlə. Ona basmıram da, çünki təzə sıfırdan başlayır. Yuxarıdakına basmaq lazımdır. Müəllim, olar ki, belə deyim, hansı cavablar nəsə olmadı. Mən nəsə bax, belə də düzgün cavablar şeydir, görsənmir. Aha. Bu hamı bitirsin. Hı -hı. Müəllimə, bitirdim mən də.
Hamı bitirdi, baxaq. Tamam. Baxaq. İndi o kim idi alınmayan? Məndə İstəyir- müəllim nəsə alınmadı. Cavablarınızı indi görürsüz, yoxsa tam sıfırdır hamısı? Yox, mənim sıfırdır. Silinibdir. Yəqin bilmirəm necə elədim ki, mən cavablarını elədiklərim də silinibdir. Ev yox, sonra evdə özünüz üçün bir də işləyərsiniz. Hə, Amma indi müəllim, ev baxaq yoxdur. suallara. Deməli, Müəllim. səhvlərinizi deyin. Mən də Birdən birinci beşə- sualı səhv yazmışam müəllimə. Birinci sual, təhsil verənlərin hüquq vəzifəsi cəhətdən uyğunsuzluğu deyir. A'da deyir ki, tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək hüquqdur. Düzdür, seçmək sözü varsa hüquqdur və müəllimin hüququdur da, müəllim seçir metodu, üsulu. B-də deyir ki, uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək vəzifədir, düzdür, müəllimin vəzifəsidir. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək vəzifədir. Bəli, müəllimin vəzifəsidir. Bu seçkilər filan olur, birinci qabağa Hə. müəllimlər verirlər. Vəzifəsidir yəni. Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək hüquqdur və hətta bu belə deyim də üçünə də aiddir. Valideynin də hüququdur, şagirdin də, müəllimin də. Yəni ki, hüquqdur. Yəni istədikləri belə deyim də təkliflər irəli sürə bilərlər ya da təhsil prosesinin təşkilində tədbir keçirirlər, valideyn gəlib köməklik göstərə bilər, şagirdlər köməklik göstərə bilər. Yəni hüquqdur. İxtisas və elmi pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər və siddə. Burada sizi çaşdırıb. Müəllimə bax. İxtisas və bəli, ixtisas və Mən onu düz pedaqoji götürmüşdüm. Nə götürmüşdünüz? Mən axı E variantını götürmüşdüm. Hə, düz götürmüşsünüz onda. Bu hüquq yox, vəzifədir. O var dərsdən kənar məşğələ, sinifdən kənar məşğələ keçirmək, məktəbdən kənar tədbirlər. Bu vəzifədir. Bunu bu cür yadda saxlayın ki, əgər hüquq olsaydı, heç bir müəllim bunu eləməzdi. Vəzifədir, bu fakultativ dərslər zat, buna görə müəllimlər maaş alırlardı. İndi bilməm alırlar yoxsa direktor qoy cibinə. Amma yəni belə qanuni cəhətdə müəllim ona görə maaş almalıdır, ona görə də vəzifədir. Hüquq deyil. Sizin o sözünüzə görə mənim yadımda qalır həmişə ki, vəzifə hüquq olsa onu heç vaxt müəllim eləməzdi. Hə, bəli. Müəllimə əlavə məşğələ deməli vəzifə sayılır. Bəli. Dərsdən kənar tədbirlər, nə bilim, sinifdən kənar məşğələlər, bunlar hamısı Mən 2-də B-yi cızmışdım. texniki peşə təhsili pilləsinin səviyyəsidir. Peşə təhsili pilləsinin 3 səviyyəsi var idi. İlkin ya da ilk də deyirlər. Texniki və yüksək texniki. Yəni səviyyədir. Sonra A variantı, tam orta təhsil, ümumi təhsil pilləsinin səviyyəsidir. Bakalavr ali təhsil pilləsinin səviyyəsidir. Ümumi orta Müəllimə burada təhsil, peşə təhsilidir də. bəli, bir dənə pillə, bəli, digərlər səviyyədir, bir dənə təhsil. peşə təhsili pillədir. 3, Müəllimə, mənim 10 sualdan 4 dənə səhvim oldu. Elə birincini Tamam. dedik. aha, biri dedik, 6-dır, iki 7-dir, dedik, 1-dir, 8-dir səhvim var. 3, düzdür yəqin ki, hamıda, 4, Düzdür müəllimə. 4 məndə C-dir, bəli. C-dir. səhvdir, C-dir, bəli. Düzdür. Hə, 5, 5 də 5 düzdür də müəllimə. A-dır. Düzdür. əla, 6, dedi səhvdir. Məndə səhv. Şagirdin, Məndə səhvdir müəllimə. baxın, Məndə də səhv. bir şagirdin yaradıcılıq və innovativlik qabiliyyəti zəifdir. Nə demişdik? Şəxsiyyət yönümlü. Yox. İnnovasiya, innovativlik yenilik deməkdir. Müəllimə, Yenilik, əslində tələb yönümlü olmalıymış. Mən Bəli. şagird yönümlülük götürmüşdüm. bəli, doğrudur. Tələb yönümlülük, yenilik, müasirlik, İKT bacarıqları, yaradıcılıq, bunlar hamısı tələb yönümlülüyün açar sözləridir. Qalanları Mən bunu səhv düzdür. götürmüşüm. Mən 7, 7-ni nə yazmı? Səhvdir 7. Bəli, Yox, məndə də Məndə səhvdir, müəllim. Şagird yönümlülükdür müəllimə burada. Bəli. Yedi. Bir şagirdlər qarşılarına qoyulan məqsədə asanlıqla çata bilmir. Baxın, bir şagird demir, bütün şagirdlərdən söhbət Hə. gedir. Deməli, Şagird müəllim yönümlülükdür. şagirdin
bəli, yaş xüsusiyyətini, yaş potensialını nəzərə almayıb. Ona görə çata bilmirlər məqsədə. O bir Bayaq şagird dediyim olsa yaş bilirlərdi. Yenə bir də şagird olsa tələb yenə də bəli, yəni uşağın indi biz sizlə zamanla keçəcəkdə differensial təlim, nə bilim bunların hamısını keçəcəkdə müəllim şagirdlərə eyni tip tapşırıq verməməlidir. Müxtəlif çətinlik səviyyəsində verməlidir ki, hərənin öz potensialına uyğun. Çünki hamı nə savadlı deyil, hamı nə də zəif deyil də. Hərənin öz potensialına uyğun. düz. Daha sonra 8, Bizdə şəxsiyyət yönümlülük müəllimə. 9, Məndə səhv olub müəllimə 8. 8 səhv. Şagird jest və mimikalardan istifadə edib öz təəssüratlarını, yəni emosiyalarını ifadə edə bilmir. İdrak, ünsiyyət, deməli psixomotor dəyərlər şəxsiyyət yönümlülüyə daxildir. Ünsiyyətə eyni zamanda emosiyalar daxildir. Yəni duyğularımız, hisslərimiz. İndi bunu taksonomiyada daha geniş keçəcəyik. Yəni duyğular, hisslər, jest, mimika hamısı ünsiyyətə daxildir. O da daxildir şəxsiyyət yönümlülüyə. Aydındır müəllimə. Çox sağ 9, olun. Məndə Buyurun. düzdür, E variantı. Nəticə yönümlülükdür. 9-dur. bəli, 9 idi, 10. Onda da məndə düzdür, B-dir. Bəli. Onda şəxsiyyət yönümlülükdür yenə müəllimə. Əla. Qəşəng. İndi nə edirik? Keçirik təzə dərsimizə. 2 Bəli. dərslə bağlı sualınız yoxdur ki, hər şey aydındır? Bəli Aydındır müəllimə. Tamam. Bəli, Onda, Müəllimə, şeydən də Time'ın testindən də o izahlarınıza baxmışdıq. Məndə 60 testdən 5 dənə səhvim çıxmışdı. hə, daha soruşmadım testləri. Çünki izahları göndərmişdim deyə məncə qaranlıq qalmaz. Qalıbsa Hə, deyin. 5 səhvim çıxmışdı. Müəllim izahlarınıza da baxdım mən orada. Düzəltdim səhvlərimi. Tamam. Əla, lap yaxşı. Tamam, bu günlərin deməli 1-ci bölmənin 3-cü mövzusunu keçirik. Və belə deyim də vacib mövzulardan da biridir. Dərsimizin adı fən kurikulumuna aid əsas terminlərin təsviri 1.1.3. Yəni ki, 1-ci bölmənin 3-cü mövzusu. İndi birazdan bunu da izah eləyəcəm. Deməli, bu mövzu biraz kitabda çox qarışıqdır. Heç bunu kitabdan oxumağı məsləhət görmürəm. Mən bu PDF göndərəcəm sizə. PDF-dən oxuyarsınız, bir də video izaha baxarsınız. Çünki kitab çox Müəllimə, qarışıq. ümumiyyətlə bu təhsil hüquq vəzifələri də çox, təhsil qanununda çox qarışıq idi kitabda. Bəli, Çox bəli, qarışıqdır. kitabda bəli, elədir. Kitab çox qarışıq yazılıb. Mən zaten sizə həmişə deyəcəm də, hansı hissə lazımdırsa kitabdan oxuyarsınız, amma daha çox belə PDF-ləri deyirəm ki, oxuyun. Deməli, başladıq. Baxın, burada bir neçə müəllimlikdə də oturmuşuq dərsdə və hər birimiz müxtəlif ixtisaslar, yəni müxtəlif ixtisaslara sahibikdə. Kimimiz tarix müəllimiyik, kimimiz texnologiya, kimimiz musiqi və s. Və fənnin də məxsus terminləri olur. Eləcə də, belə deyim də, kurikulumda da terminlər var. Və yaxud da ki, belə deyim, fən kurikulumu. Fən kurikulumu nədir? Tarix fənninin kurikulumu, riyaziyyat fənninin kurikulumu və s. İndi buradakı terminlər nədir? Yəni, bax, indi sayacağım terminlər bütün fənlərə aiddir. Hər fəndə bu terminlər var. Məsələn, yəqin ki, işləyən müəllimlər daha yaxşı bilir. Məsələn, təlim nəticəsi, 100% çıxıb qabağınıza, ümumi təlim nəticəsi, alt standart, məzmun standartı, məzmun xətti. Yəni, bu terminlər çıxıb qarşınıza. Ya da miqçilər ümumiyyətcə bəlkə ilk dəfədə bu terminləri eşidir. İndi buna hamısına izah verəcəyik. Təlim nəticəsi nədir? Ümumiyyətlə, təlim nəticəsi bərabərdir dərsin məqsədi. Yəni, ikinci adı dərsin məqsədi də demək olar. Dərsin məqsədi. İndi bura birazdan daha geniş gələcəm. İndi nə deyir? Təhsil alanların, yəni şagirdlərin nailiyyətlərinin əvvəlcədən müəyyənləşdirilməsidir. Bu nəyə oxşadır? Nəticə yönümlülük prinsipinin tərifinə. Düzdür? Çünki elə burada da nəticələrdən söhbət gedir də. Təlim nəticələrini iki cür təsnif edirik. Ümumi təlim nəticəsi, xüsusi təlim nəticəsi. Xüsusi təlim nəticəsi elə budur, bax bu. Təlim nəticəsi ya da dərsin məqsədi. Yəni, xüsusi demirlər əsasən. Bərabərdir dərsin məqsədi. Bir dərsdən söhbət gedir. Bu haqda heç kitabda yazılmayıb, mən də məlumat verəcəm. Bərabərdir ya da təlim nəticəsi də deyə bilərik. Müəllimə, siz ekranda eləyirsiniz də, o yazırsınız orada göstərir.
Mən görmürəm, ona Görürsünüz? görə hə, qoy böyüdüm onu. Aha, böyütdüm. Hə. Hamı görür? Bəli. Bəli. Aha, tamam. Aha. Deməli, təlim nəticəsi nə idi? Təhsil alanların nailiyyətlərinin əvvəlcədən müəyyənləşdirilməsi. Yəni planımızı, dərsimizi əvvəlcədən müəyyənləşdiririk ki, şagird sonda gəlib o nailiyyətə, o məqsədə çata bilsin. İki cür olur. Ümumi təlim nəticəsi daha geniş anlayışdır. Xüsusi təlim nəticəsi isə bir dərsdən söhbət gedir. Biz indi xüsusi təlim nəticəsini saxlayırıq ən sona. Danışırıq birinci hələ ümumi təlim nəticəsindən. Ümumi təlim nəticəsi tərifi deyir ki, daha geniş anlayışdır. Bayaq da dedim də, xüsusi təlim nəticəsi bir dərs, 1:45 dəqiqə. Amma ümumi təlim nəticəsi daha geniş anlayışdır. Necə? İndi onu da burada belə sayanda deyəcəm. Deməli, və onu dövlət bizə hazır şəkildə verir. Sizə suallarda yazar ki, ümumi təlim nəticəsini müəllim hazırlayır, müəllim tələb olaraq qoyur. Bu yanlışdır. Dövlət. Bizim ümumi təlim nəticəsi ilə heç bir işimiz yoxdur. Bizə bunu dövlət hazır şəkildə verir. Yəni, müəllim ümumi təlim nəticəsini çıxarmır. Sonra, amma xüsusi təlim nəticəsi, baxın bayaq ki bu, xüsusi təlim nəticəsinə gəldikdə, müəllim artıq xüsusi təlim nəticəsini özü müəyyənləşdirir. Niyə? Çünki bir dərsdən söhbət gedir. 1:45 dəqiqədən söhbət gedir. O 45 dəqiqənin sahibi, anası, atası o müəllimdir. Yəni, deyir ki, dərsinin məqsədini müəyyənləşdirir ki, mən sonda nə əldə edəcəm. Belə deyim də, baxın, mən bir müəlliməm. Sabah mənim, tutalım ki, riyaziyyatdan dərsim var. Mən indi evdə oturmuşam, sabahın planını qururam. Gündəlik planlaşma yazır da müəllimlər. Sabahın planını qururam ki, deməli, mənim sabah riyaziyyatdan həndəsi fiqurlar dərsini keçəcəm. Və mən elə bir məqsəd çıxardıram ki, amma o dərsi sabah keçəcəm. Amma məqsədi indidən çıxarım. Tutan məqsəd budur. Həndəsi fiqurları deməli, fərqləndirir. Hələ ki, uşaq həndəsi fiqur nədir bilmir, hələ sabah keçəcəm. Amma bugün artıq mən onu məqsəd çıxartdım. Dövlət mənə standart verib, oradan məqsəd çıxartdım. İndi birazdan orada geniş gələcəm. Məqsəd çıxartdım. Gördünüz, bunu artıq, gördünüz, dərsinin məqsədini, bax, dərsinin məqsədini müəllim müəyyənləşdirir. Həmin o 45 dəqiqənin anası daxı özü müəyyənləşdirir. Oturmuşam axşam, dövlətin mənə verdiyi alt standartdan özümə məqsəd çıxartdım. Yəni, dövlət mənə verib ki, ay Aysel, sən sabahlarım gedib uşaqlara həndəsi fiqur keçməlisən. Mən də ona baxıb məqsəd çıxartdım. Yazdım ki, həndəsi fiqurlar fərqləndirir. Bu, o deməkdir ki, mən indi bu məqsədə uyğun, hələ ki, evdə bir gün qabaq, elə bir dərs mühiti quracam ki, yəni planlaşmamı qururam da, mən bu dərsi necə keçəcəm, hansı üsullarla keçəcəm, hansı iş üsullarından istifadə edim, hansı metodlarla keçim ki, sabahki dərsin 45 dəqiqəsinin sonunda həqiqətən o mənim qoyduğum məqsəd var, həndəsi fiqurları fərqləndirir. Həqiqətən uşaq o məqsədə çatsın. Həqiqətən də mən dərsin sonunda refleksiya mərhələsində göstərəm. Uşaqlar indi deyin, görün bu 3 bucaqdır, yoxsa 4 bucaqdır. Fiqurları göstərəndə mənə desinlər, bucaqlarının sayı, fərqi və s. Yəni ki, bütün dərsi elə qurmalıyam ki, uşaq həqiqətən də 45 dəqiqənin sonunda gəlib o məqsədə çatsın. Və bayaq da dedim ki, görürsünüz, burada da yazıb ki, mən sonda nə əldə edəcəm? Baxın, və nə dedik? Dedik xüsusi təlim nəticəsini və yaxud da xüsusi deyə də bilərik, sadəcə təlim nəticəsi də deyə bilərik. Dərsin məqsədi də deyə bilərik. Burada yazdım ki, dərsin məqsədi bərabərdir təlim nəticəsi. Yəni, eyni anlayışdır. Gah belə yazacaq sizə, gah da təlim nəticəsi yazacaq. Hə, təlim nəticəsini alt standartdan çıxarır. Bayaq dedim, dövlət mənə alt standart verib ki, həndəsi fiqurlar. Mən də oradan məqsəd çıxartdım ki, həndəsi fiqurlar fərqləndirir. Yəni, bunu mən müəllim edirəm 1:45 dəqiqə üçün. Amma ümumi təlim nəticələri, bayaq dedik ki, bu daha geniş anlayışdır və bununla müəllimin işi yoxdur, bunu dövlət edir. 3 növü var. Birincisi, təhsil səviyyələri üzrə təlim nəticələri. Baxın, səviyyələr dedikdə, bayaq sual-cavab elədik, ümumi təhsil pilləsinin 4 səviyyəsi var idi. Birincisi, məktəbə hazırlıq mərhələsi idi, məktəbə hazırlıq, yəni 5 yaşlılar. İkincisi, ibtidai idi, düzdür, yəni ki, 1-4-cü sinif. Üçüncüsü, ümumi orta idi, yəni 5-9-cu sinif.
Dördüncüsü tam ortaydı, yəni 10-11-ci sinif. Bax, təhsil səviyyələri sözünü gördünüzsə, bilin ki, bax bunlardan söhbət gedir. Çünki təhsil səviyyəsi bunlardır da. İndi adətən məktəbə hazırlığı çox işlətməyəcəyik, çünki o 5 yaşlılarda da əsas məsələ bunlar olacaq. İbtidai, ümumi orta, tam orta. Yəni təhsil səviyyələri deyəndə bilin ki, bunlar nəzərdə tutulur. Deyir ki, səviyyələr dedikdə ümumi təhsilin səviyyələrindən danışacağıq. Bax, yəni bunlardan danışacağıq. Yəni ibtidai sinif 1-4-cü sinif, ümumi orta təhsil 5-9-cu sinif, tam orta təhsil 10-11-ci sinif. Məsələn, testdə sual düşsə ki, şagird 1-ci sinifə başlayarkən 4-cü sinifin sonunda hansı bilik bacarıqlara yiyələnəcək? Görürsünüz? Çünki bu bir səviyyədə axı. Müəllim artıq 1-ci sinifin əvvəlindən, yəni hələ 1-ci sinifə başlamayıb, 1-ci sinifin əvvəlindən planını qurur ki, mənim şagirdim hələ 1-ci sinifə gələndə hərf nədir bilmir. Amma mənim şagirdim artıq 4-cü sinifin sonunda neynəməlidir? Esse yazacaq, özündən mətnlər danışacaq və s. və ilaxırda, yəni. Yəni, müəllim planını elə düzgün qurmalıdır ki, həqiqətən də 4-cü sinifin sonunda uşaq o bilik bacarığa sahib olmuş olsun. Hansı bilik bacarığa? Hansı ki, dövlət tələb qoyub, uşaq 4-cü sinif ibtidai bitirəndə bu bilik bacarığa sahib olsun. Hətta məktəblərdə biraz da yaralı yerimizdə. Uşaqlar gəlir, çıxır yuxarı sinifə. Bir də görürük ki, 5-ci sinifin əvvəlində də sentyabrda müəllimlər başını tutub qaçır müəllimlər otağına. Bu nə sinifdir, buraxıb ibtidai sinif müəllimləri? Uşaq hələ də hərfliyə oxuyur. Nə bilim, uşaq hələ də tutalım vurmanı bilmir. Belə hallarda baş verir. Deməli, bu müəllim məqsədini düzgün müəyyənləşdirməyib ki, uşaq 4-cü sinifin sonuna çatıb, hətta 5-ə keçib, hələ də o qoyulan bilik, yəni də hansı ki, dövlət tələb qoyub, o bilik bacarığa sahib olmuyor. Yəni bu belə. Və yaxud da eyni qayda ilə getdik 5-ci sinifin əvvəlində, məsələn, tarix başlayır 5-ci sinifdə. Müəllim planını, işini elə qurur ki, mənim şagirdim 9 buraxılışdır da, bəzi uşaqlar 9-dan gedir axı. 9-cu sinifin sonunda həm də buraxılış imtahanı verirlər axı. 9-cu sinifin sonunda filan bilik bacarığa sahib olsun. Yəni, filan bilik bacarıq nədir? Dövlət qoyub da tələb ki, bunlara çatmalıdır. Bu bitməlidir, yəni bu proqram. Doğru dillə deyim. Yəni belə. Sonra burada nə var? İstənilən testdə, baxın, təhsil səviyyələri deyəndə, testdə sizin qarşınıza ya rəqəmlə 1-4. Birdən sizin qarşınıza rəqəm təkcə 1 çıxar, 4 çıxar. Tək rəqəm çıxanda yox ha, belə olmalıdır. 1-4, 5-9, 10-11. Rəqəm bu cür olmalıdır. Yəni, ibtidai, ümumi orta, tam orta. Ya da rəqəm yox, belə yazar. İbtidai təhsil sözlə yazar da, ümumi orta təhsil, tam orta təhsil. Yəni ki, bu cür sözləri harada görsəniz, bu olur təhsil səviyyələri üzrə təlim nəticələri. Yenə də deyirəm, təhsil səviyyələri üzrə təlim nəticələrinin müəllim yox, dövlət müəyyən edir. Müəllim bayaqların bir dənə bax bu xüsusi təlim nəticəsini bir dərsin sahibidir. Amma görürsünüz, bayaqdan nə deyirəm? Deyirəm, dövlət mənə tələb qoyub ki, ay müəllim, sən 1-ci sinifdə hərf tanımayan uşaqla dərsə başlayacaqsan. Uşaq 4-cü sinifin sonunda artıq esse yazmağı, ifadəli oxu, nə bilim, milyon dairəsində hesablama, bunları artıq bilməlidir. Və mən artıq elə düzü qoşmalıyam ki, şimdi mən həqiqətən də şagirdim 4-ü bitirəndə bu bilik bacarıqlara sahib olmuş olsun. Gördünüz, dövlət qoyub bunu mənim qarşıma tələb. İndi ümumi təlim nəticələrinin deməli, ümumi təlim nəticələrinin ikinci növü, buranı silək. İkinci növü məzmun xətləri üzrə təlim nəticəsidir. Yenə də deyirəm, burada hərəmiz bir fən üzrə müəllimik və hər fənnin də özünə məxsus, yəni məzmun xətləri olur. İbtidai müəllimə varsa aramızda, biraz onun işi çətindir, çünki ona bir neçə fən düşür. Məsələn, dil ədəbiyyat müəllimi varsa, Azərbaycan dili və ədəbiyyatın məzmun xətlərini bilməlidir. Riyaziyyatda heç eynidir. Tarixdə, baxmayaraq ki, Azərbaycan tarixi ümumi tarixdir, məzmun xətləri eynidir. Yəni belə. İndi məzmun xətti üzrə təlim nəticəsi nədir? Tərifi budur ki, fən üzrə, yəni dedim axı, bütün fənlərin məzmun xətti var. Fən üzrə ümumi təlim nəticələrinin reallaşmasını
təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Hər bir fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşir. Bu, məzmun xəttin tərifidir, yəni əzbərçi bir bilikdir. Demək istəyir ki, bizim məqsədə çatmağımız üçün məzmun xətti bizə bir yol göstərir. Bir xəttdir də o istiqamət verir bizə. Zəhmət olmasa səsi bağlayaq. Sonra fənnin ana xəttidir, leytmotivdir, dəyişməzdir. Yəni məzmun xəttlərimiz dəyişmir. Düzdür, bu il bir neçə fəndə məzmun xəttlərində dəyişiklik olub, amma hələ ki qanuni şəkildə kitablarda elan olunmuyor. Yəni indi belə də olanda qlobal bir vaxtlarda da, yəni indiyə qədər məzmun xəttləri heç vaxt dəyişməyib. İndi bu il dəyişilib, amma hələ ki siz dəyişməyib deyə öyrənəcəksiniz. Çünki hələ qanuni şəkildə qüvvəyə minməyib. Belə, yəni dediyimiz kimi məzmun xəttləri ana xəttir, leytmotivdir və dəyişməzdir. Məsələn deyirəm. Bir dənə sizə nümunə. Azərbaycan dilinin məzmun xəttini deyək. Deməli, Azərbaycan dilinin birinci məzmun xətti nədir? Dinləyib anlamaq. Dinləyib anlamaq. İkinci məzmun xətti oxu. Üçüncü məzmun xətti yazı. Dördüncü məzmun xətti dil qaydaları. Yəni Azərbaycan dilinin 4 dənə məzmun xətti var. 4 dənə məzmun xətti var. Bugün belə ayıraq. 1, 2, 3, 4. Azərbaycan dilinin 4 dənə məzmun xətti var. Birincisi dinləyib anlama, oxu, yazı, dil qaydaları. Bu birinci sinifdə də bu 4 məzmun xətti belədir. 5-ci sinifdə də belədir. 11-ci sinifdə də belədir. Yəni demək istəyirəm ki, bunlar dəyişmir də, həmişə eynidir. Ona görə nə dedik? Dedik ki, məzmun xətti deməli, ana xəttir, leytmotivdir, dəyişməzdir. Gördünüz, 4 dənə məzmun xətti idi. 1-də də, 5-də də, 9-da da, 11-də də eynidir. Hər bir fənnin öz məzmun xətti var. Bəli. Məsələn, Azərbaycan dilini dedim. Tutalım ki, riyaziyyatı deyim. Birincisi ədədlər əməllər, ikincisi cəbr funksiyalar, üçüncüsü həndəsə, dördüncüsü ölçmə, beşincisi statistika ehtimal. Sonra burada yəqin ki, texnologiya müəllimimiz də olar. Texnologiyanın bilmirəm, açığı ki, uzun idi, o əzbərdən bilmirəm. Sonra nə bilim, hansılar. Yəni, hər fənnin özünə məxsus. Məsələn, informatikada da 4 məzmun xətti var, onunkilar da uzundur. İngilis dili, Bizdə də 4 məzmun xətti var fiziki tərbiyədə. Bir dəqiqə, fiziki tərbiyədə 4 məzmun xəttiniz var. Aha. Bəli. Yəni, görürsünüz, sizdə şey olmalıdır, informasiya təminatı nəzəri biliklər. İnformasiyadır, hərəki bacarıqlar, vərdiklər, hərəki qabiliyyətlər, şəxsiyyətin mənəvi iradi xüsusiyyətlərinin formalaşması. Əla. Gələn dəfə hamının məzmun xəttini... 3 məzmun xətti var. Musiqidir. Nədir? Musiqi aləmi, emosional dəyərləndirmə, bir də cəmiyyət. Musiqi fəaliyyəti deyil, cəmiyyətdir. Bəli, birinci musiqi aləmidir, ikinci emosional dəyərləndirmə, üçüncü cəmiyyət. Aha. İndi gələn dəfə hamı öz məzmun xəttlərini sayar. Gördünüz müəllimlər necə saydı. O kitabda cədvəl formasında verilir. Onu istəsiz oradan açıb baxarsınız. Hərə öz və məzmun xəttlərini sayanda, baxın, burada mən məsələn yazdım Azərbaycan dilini. Mən durub bu 1-lə 2, məsələn götürüb oxunu birinciyə deyə bilmərəm. Necə sırayla yazılıbsa o cürdə öyrənməlisiniz. Çünki yerin dəyişsəz aləm deyir. Hətta müsahibə mərhələsində də soruşurlar. Belə. Bunu da dedik. Yəni deyir, siniflər dəyişsə də, məsələn, bayaq dediyim, 1-ci sinifdə də, 11-ci sinifdə də eynidir. Siniflər dəyişsə də məzmun xətti dəyişmir. Yəni ki, bir fənnin, məsələn, tarix fənninin məzmun xəttləri, tarix deməkdə tarix 1-də yoxdur. Azərbaycan dil məzmun xəttləri 1-ci sinifdə də eynidir, 11-ci sinifdə də. Tarix 5-ci sinifdən başlayır, 5-ci sinifdə də eynidir, 11-ci sinifdə də. Yəni bu belə, məzmun xətti dəyişmir. Müəllimə, bizdə elə 1-dən 11-ə qədər eynidir. Eyni məzmun xəttidir. Bəli, dəyişmir. Eyni məzmun xəttidir. Bəli. Gəldik ümumi təlim nəticələrinin 3-cü növü, fənnin siniflər üzrə təlim nəticəsi. Bunu təhlil edək. Fən deyəndə, məsələn, götürən, tutalım bir fəndə tarix fənni.
Sinif deyəndə, götürürəm məsələn 5-ci sinif. Sinif deyəndə həmişə bilin ki, bir ildən söhbət gedir. 5-ci sinif. Bu o deməkdir ki, yazmışam elə bura. Siniflər deyiriksə, yəni bir tədris ilinin sonunda şagird hansı bilik bacarıqlara yiyələnəcək? Məsələn, 5-ci sinifin sonunda şagird hansı bilik bacarıqlara yiyələnəcək? Bayaq burada dedim ki, məsələn, səviyyələrdə dedim ki, sizin qarşınıza bir dənə rəqəm çıxsa götürməyin. Çünki bir rəqəm çıxanda artıq bu deməkdir. Bax bu. Yəni bir ildən söhbət gedir axı bir tədris ili. Yazar ki 5-ci sinif, yazar ki 10-cu sinif, yazar 11-ci sinif. Bu olur deməli 1 illik. Amma sizin qarşınıza səviyyələr üzrə belə çıxmalıdır. 1, 4, 5, 9, 10, 11 belə olmalıdır. Yəni sinif sözünü nə vaxtsa görəndə bilin ki, burada 1 ildən söhbət gedir. Yəni siniflər deyiriksə, müəllim 5-ci sinifin əvvəlində planını elə qurur ki, mənim şagirdim 5-ci sinifin sonunda filan bilik bacarığa yiyələnməlidir. Müəllim 1-ci sinifin əvvəlində uşaq hələ hərf tanımır. Deyir ki, mənim şagirdim 1-ci sinifin sonunda artıq özü sərbəst şəkildə imla yazmalı və mətnləri dəqiqədə hələ sözləri oxumalıdır, mətnləri oxumalıdır. Gördünüz, yəni çünki dövlət tələb qoyub ki, 1 ilin sonunda uşaq bunlara sahib olsun. Yenə də bax, bunları dövlət edir, müəllim etmir. Müəllimin bir dənə etdiyi, bax, bu xüsusi təlim nəticəsi idi. Bir dərs, 45 dəqiqə. Belə, bir də təkrar eləyək. Nə dedik? Ümumiyyətlə, təlim nəticəsi nədir? Bax, burada da yazmışam ki, bərabərdir dərsin məqsədi. Yəni ki, ha təlim nəticəsi, ha dərsin məqsədi eyni anlayışdır. Amma hətta müsahibə mərhələsində soruşurlar ki, ümumi təlim nəticəsi ilə dərsin məqsədinin fərqi nədir? Götürüb ona biz eyni anlayışlı deyə bilmərik. Ümumi təlim nəticəsi, bilirsiniz hansıdır? Bu geniş anlayış olan, 3 yerə bölündüyü. Biz buna necə dərsin məqsədi deyək? Burada söhbət səviyyələr üzrə getdi. 1, 4, 5, 9, 10, 11-ci sinif. Məzmun xətti üzrə getdi bütün siniflər. Fənni siniflər üzrə təlim nəticəsi dedik. Bu oldu 1 illik. Bəs təlim nəticəsi deyəndə nə olur? 1-45 dəqiqə. Ona görə deməli bunlar fərqlidir. İndi gəldik ümumi təlim nəticəsi, yenə də deyirik, daha geniş anlayışdır. Çünki niyə geniş anlayışdır? Səviyyələr üzrə deyəndə burada 4 ildən söhbət gedir. 5-9 deyəndə 5 ildən söhbət gedir. 5-ci sinif, 6-cı sinif, 7, 8, 9, 5 il. 10-11 deyəndə 2 ildən söhbət gedir. Daha geniş anlayışdır da. Məzmun xətləri deyəndə bütün siniflər, fənni siniflər üzrə deyəndə 1 ildən söhbət gedir. Ona görə də deməli ümumi təlim nəticəsi sadəcə təlim nəticəsindən ya da ki, dərsin məqsədindən daha geniş anlayışdır. Niyə? Çünki dərsin məqsədi sadəcə 1-45 dəqiqəni əhatə edir. 1-45 dəqiqə. Əlbəttə, o birisi ümumi təlim nəticəsi daha geniş anlayış olacaq da. Baxın, burada 1, 4, 5, 9 neçə illərdən söhbət gedir. İndi gəldik, burada yazmışıq ki, təlim nəticələri ümumidən xüsusiyə doğru düzülür. Deməli, xüsusi təlim nəticəsi, yenə də, burada da yenə açıqlamasını vermişəm. Bu, bir dərs üçün verilən təlim nəticəsidir. Və bunu müəllim özü müəyyənləşdirir. Bax, bir dərs üçündürsə, belə yadda saxlayın ki, müəllim öz dərsinin ağasıdır. Bir dərsi üçün, yəni müəllim hər gün oturub planlaşma yazır da, hər günün dərsinin planını qurur. Kim edir? Bunu dövlət daha gəlib müəllimin yerinə eləmir. Bunu artıq müəllim edir. Yəni, bir dərs üçün verilən təlim nəticəsidir, müəllim özü müəyyənləşdirir. Xüsusi təlim nəticəsi bir günün sonudur, bir dərsin sonudur, 1-45 dəqiqənin sonu deməkdir. Yəni, bunların hamısı eyni anlayışdır. Yəni, bu 45 dəqiqə ərzində müəllim şagirdlərə nə öyrədəcək, hansı bilik bacarıqları öyrədəcək. Yəni, bu müəllimin özünün üzərinə düşən işdir. Ümumi təlim nəticəsi ilə xüsusi təlim nəticəsinin fərqləri nələrdir? Ümumi təlim nəticəsi, bayaq da dedik, daha geniş anlayışdır. Niyə daha geniş anlayışdır? Bir daha deyirəm. Ümumi təlim nəticəsi deyəndə, səviyyələr üzrə deyəndə 1, 4, 5, 9, 10, 11. Burada oldu 4 il, burada oldu 5 il, burada oldu 2 il. Məzmun xətti deyəndə bütün siniflər üzrə deyəndə 1 ildən söhbət gedir. Deməli, ümumi təlim nəticəsi xüsusi təlim nəticəsindən geniş anlayışdır. Çünki xüsusi təlim nəticəsi nə idi? 1-45 dəqiqə idi. Ona görə hansı geniş oldu? Təbii ki, ümumi təlim nəticəsi. Bir də
İkinci fərqi odur ki, ümumi təlim nəticəsi dövlət tərəfindən hazır şəkildə verilir. Yəni bax bunların hamısı və yaxud da 3 dənə ümumi təlim nəticəsi saydıma səviyyələr üzrə, məzmun xətti üzrə və sinifin sonu üçün. Bunları dövlət hazır verir. Amma xüsusi təlim nəticəsini müəllim müəyyənləşdirir. Müəllim 1:45 dəqiqənin anasıdır. Bunu müəllim müəyyənləşdirir. Müəllimlər, bura kimi aydındır? Bəli. Müəllimə, demək ümumi o təhsil dediyi o bizə Aha. verilən dövlət tərəfindən verilən metodik Bəli. vəsaitdir də, müəllimə verilən metodiki vəsaitdir. Onu Aha, verir və bəli. biz onun içindən özümüz üçün icmallar çıxardıb yazırıq. Bəli, Bir bəli, dərs düzdür. üçün. Bir dərs üçün, ay sağ ol, bəli. İndi gəlirik alt standart. Bunun da haqqında çox eşitmisiniz. Biraz bu mövzuda dəyişiklik də olub hətta. Deməli, alt standart nədir? Alt standartın indi ikinci adı məzmun standartı da gedir. Yəni, testlərdə qarşınıza alt standartda çıxacaq. Bəzən də alt standart yazmayıb, məzmun standartı yazacaq. Yəni, çaşmayın. Eyni anlayışdır. Ha məzmun standartı, ha alt standart. Birdən bayaq mən məzmun xətti dedim, ha, onunla qarışdırarsınız. Bu cür yadda saxlayın ki, bunun da sonu standart sözü ilə bitir. Bunun da sonu standart sözü ilə bitir. Deməli, bu ikisi eynidir, bir-birinə yəni bərabərdir. İndi alt standartın tərifi nədir? Şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. İndi gələk bu tərifi bir açaq ki, bu tərif bizə nəyi demək istəyir? Deməli, buranı silim. Məsəl üçün, tutalım ki, dövlət mənə standart verib, belə yazılıb tutalım. Həndəsi fiqurları fərqləndirir. Bunu mənə dövlət verib məsəl üçün. İndi mən nə dedim? Dövlət alt standart bərabərdir məzmun standartı. Eyni anlayışdır. Alt standartı dövlət bizə hazır verir. Ha? Bizim o rəqəmlərlə işimiz yoxdur. Biz heç nə eləmirik. Bizə dövlət hazır verir. Mənə tutalım ki, belə bir alt standart verib. Alt standartın tərifi nə idi? Bilik və bacarığa qoyulan dövlət tələbi. İndi baxın, bunun bilik hissəsi, həndəsi fiqurlar bunun bilik hissəsidir. Fərqləndirir bunun bacarıq hissəsidir. Yəni ki, bilik və bacarığa, biliyi mən ötürəcəm şagirdə. Şagird də sonda bunu neynəməlidir? Bacarmalıdır. Ona görə deyir ki, hətta hüquq vəzifələrdə demişdik ki, şagird bilik bacarığa yiyələnməlidir vəzifəsidir. Müəllimin də şagirdə bilik bacarığı ötürməsi vəzifəsidir. Yəni, hər ikisinin qarşısına vəzifə qoyulub. Müəllim bu biliyi ötürəcək, yəni həndəsi fiqurlar. Dərsin adıdır da. Şagird də bunu artıq fərqləndirirsə, bu da bacarıq hissəsidir. Bu bacarıq hissəyə bəzən fəaliyyət də çıxa bilər qarşınıza. Ha fəaliyyət, ha bacarıq. Eyni anlayışdır. Gələcək dərslərimizdə keçəcək. Bu olacaq taksonomiya. Bu isə biliyin növləri olacaq. Biliyin növlərini keçəcək. Bu fəaliyyətin, yəni taksonomiyanın növləri. Hələ ki, alt standartdayıq. Nə dedik? Alt standartın tərifi bilik və bacarığa qoyulan dövlət tələbidir. Dövlət mənə belə bir alt standart verib, həndəsi fiqurlar fərqləndirir. Burada həndəsi fiqurlar bilik hissədir, fərqləndirir isə bacarıq hissədir. Bəzən bacarıq yazacaq testdə, bəzən fəaliyyət. Eyni anlayışdır. Bu da belə. Bir də ki, alt standartın ikinci adı da məzmun standartıdır, qarışdırmayaq. İndi baxaq nə deyir? Alt standart, görürsünüz, burada da dövlət tələbidir ya. Yəni, müəllim bu alt standartda heç bir işi yoxdur. İndi deyir ki, alt standart sinifdən sinifə keçdikcə dəyişir. Bayaq baxın, məzmun xəttinə dedik ki, məzmun xətti dəyişməzdir. Yəni, sizə bunu qarışıq salacaq suallarda. Bir mənalı şəkildə bilin ki, məzmun xətti sinifdən sinifə keçəndə də dəyişmir. Bayaq dedimi, Azərbaycan dilindən 4 məzmun xətti var, lap olsun tarixin 5 məzmun xətti var. 5-ci sinifdə də eynidir, 9-da da 11-də də eynidir. Dəyişmir. Amma alt standart sinifdən sinifə keçdikcə dəyişir. Niyə dəyişir? Çünki dəyişməsə görün nələr baş verər. Əgər alt standart dəyişməsə nələr olar? Məsələn, müəllim 1-ci sinifdə uşaqlara 10 dairəsində toplama çıxma keçir. Bura yazaq 1-ci sinif
birinci sinifə 10 dairəsində toplama çıxma 10 dairəsində. İkinci sinifdə artıq 100 dairəsində keçir. Üçüncü sinifdə artıq 1000 dairəsində keçir. Dördüncü sinifdə artıq 1 milyon dairəsində keçir. İndi bu nə deməkdir? Bayaq dedik ki, alt standart sinifdən sinifə keçdikcə dəyişir. Əgər dəyişməsəydi, belə çıxır ki, müəllim onda birinci sinifdə də 10 dairəsində keçəcək, ikinci sinifdə də 10 dairəsində, 3-də də, 4-də də 10 dairə. Yəni yerlərində sayacaq da bunlar hələ. Müəllim, onda Amma şagird inkişaf eləmir də, inkişafa doğru getmir. Bəli, inkişafa doğru getmir. Amma alt standart hər il dəyişir. Çünki məcburdur dəyişməyə. Sizə sual düşər ki, şagird bu il qoyulan tələblərə çatmayıb, alt standarta çatmayıb, ona görə də dəyişilmir. Yanlışdır. Çatsa da, çatmasa da dəyişəcək. Yəni bir şagirdə görə deməyəcəklər ki, şagird bu il 10 dairəsində toplama çıxmağı öyrənə bilməyib, qoy elə yenə də ikinci sinifdə də onda qalsın. Yox, bu dəyişməyə məcburdur. Davamlı bu neynəməlidir? Dəyişməlidir, çətinləşməlidir, inkişaf etməlidir. Sadədən mürəkkəbə doğru. Yəni ki, alt standart hər il dəyişəcək. Sonra, summativi hazırlayarkən müəllim alt standarta baxaraq hazırlamalıdır. Yəni, nəyi keçibsə, ona uyğun summativ hazırlamalıdır. Bu nə deməkdir? Mən bir bölmə dərs keçmişəm. Bir bölmədə var mənim 5 dənə mövzu. İndi bax, sizlə bir bölməmizdə 5 mövzu var. 5 mövzu bitəndə sizə sınaq işlədəcəm. Bir bölməmdə var 5 mövzu. Müəllim deyir ki, artıq mənim birinci bölməm bitdi, ikinci bölməyə keçəcəm də, artıq deməli summativin vaxtıdır. Müəllim deməli, o summativə ki 20 dənə sual hazırlayır, o 20 sual keçdiyi 5 mövzuya aid olmalıdır da, keçmədiyi ikinci bölmədən sual sala bilməz. Yəni, nəyi keçibsə, summativi də ondan salmalıdır. Uşaq keçmədiyi suallara necə cavab yazsın? Və yenə burada da yazmışam. Yəni, nəyi keçibsə, ona uyğun summativ hazırlanmalıdır. Bir daha deyirik, alt standartı dövlət müəyyən edir. Müəllimin bundan heç bir şey yoxdur. Və alt standartın 4 dənə funksiyası var. Ən birincisi və ən vacibi təlim məqsədi və yaxud da dərsin təlim nəticəsi. O bayaq deyirdik, bax burada bayaq danışırdığı odur. Təlim nəticəsi, dərsin məqsədi, bundan danışırıq. Alt standartın birinci funksiyasıdır. Elə bilin ki, alt standart anadır, bu 4 dənə onun balasıdır. Ən birinci böyük balası da budur. Çünki bu aşağıdakılar, bunlar, bundan asılıdır. Bax, bu yuxarıdakına görə. Yəni, birinci məqsəd olmalıdır da. Birinci insanın məqsədi olur, sonra o məqsədə uyğun başlayır bütün planlarını həyata keçirməyə ki, mən bu məqsədə çatmalıyam. Təsəvvür edin ki, eviniz var, amma içi remontsuzdur. Nə polu var, nə pəncərəsi var, nə divarında aboyu var. Gedirsiniz, evə əşyalar alırsınız, pərdə alırsınız, xalça alırsınız. Əgər ev hazır deyilsə, o əşyaları nəyə uyğun alırsınız, nəyin rənginə uyğunlaşdırırsınız? Deməli, ən birinci nə olmalıdır? Ən birinci ev remont olunmalıdır ki, sonra ona uyğun gedək hər şeyini alaq. Burada da birinci məqsəd olmalıdır ki, ondan sonra bax bunları edək. Müəllim, onda bizim elə hər birimizin, hər bir müdavimin məqsədimiz var ki, ya MİQ-ə, ya sertifikasiya, imtahanın veriləcək, nəticəni əldə etmək üçün məqsədimizi nəticəyə çatmaq üçün. Hazırlaşırsınız, kursa yazılırsınız, cürbəcür testlər edirsiniz, bütün günü bu nəticələri əldə etmək üçündür. Aysa, əgər məqsədiniz olmasaydı, durduq yerə oturub dərs oxuyacaqdınız, məqsəd yoxdur, imtahan yoxdur, oturub kurikulum oxuyacaqdınız, yox. Xeyr, müəllim. Yəni ki, məqsəd var deyə oxuyursunuz da, bəli. Sonra ikinci funksiya, indi mən bunu sizə açacağım o bir səhifədə, birinci funksiyaları sayın. İkinci funksiya təlim strategiyalarıdır, yəni iş üsulları, karusel, biböv, beyin həmləsi, nə bilim, qartopu texnikası və s. Bir də iş formalarıdır. 4 cürdür. Fərdi iş, cütlərlə, qruplarla, bütün siniflər. Yəni, bunları nəzərdə tutur. İnteqrasiya, bu haqda azca məlumatlıyıq, birazdan bunu da deyəcəm. Bir də təlimin məzmununun davamlı inkişafı, bayaq dedimi, məcburdur hər il dəyişməyə. Bunu deyir, təlimin davamlı inkişafı. İndi başlayaq funksiyaların izafına. Dedim ki, birinci mütləq məqsəd olmalıdır. Bax, dövlət mənim qabağıma qoyub ki, ay Aysel, sən sabah həndəsə hüquqları keçməlisən. Mən də
həndəsi o dövlətin mənə qoyduğu alt standartdan tutalım ki, mənə nə bilim belə bir alt standart qoyub. İndi bu rəqəmlərə də gələcəm. İndi mən buna uyğun tutalım ki, məqsəd çıxardıram. Axı nə dedik? Burada nə dedim? Dedim ki, ən birinci funksiya nədir? Məqsəd. Deməli, gedirəm mən indi məqsəd çıxartmağa. Yazıram bura ki, həndəsi fiqurları fərqləndirir. Belə bir məqsəd çıxardıram. Yəni, sabahki dərsin həndəsi fiqurlardır. Belə bir məqsəd çıxardıram ki, yəni mənim şagirdim sabah 45 dəqiqənin sonunda mən elə bir möhtəşəm dərs keçəcəm ki, mənim şagirdim dərsin sonunda həqiqətən bunları fərqləndirəcək. Mən bu möhtəşəm dərsi necə keçəcəm? Baxın funksiyalara. İndi bu məqsədə uyğun bunları müəyyənləşdirəcəm. İndi gedirəm. Ay Allah, mən həndəsi fiqurlara uyğun hansı iş üsulundan istifadə eləsəm mənim şagirdim dərsi yaxşı başa düşər? Fərqləndirir deyirəmsə, ən gözəl iş üsulu Venn diaqramı. Deyəcəm ki, uşaqlar nə bilim, məsələn, dördbucaqla düzbucaqlının fərqi nədir məsəl üçün? Deyəcəklər ki, ay müəllim, birinin dörd tərəfi də bərabərdir, birinin qarşı tərəfləri bərabərdir. Oxşar cəhətləri nədir? Hamısının dördbucağı var. Ən gözəl, yəni iş üsulu bu dərs üçün. Sonra iş formaları var. Ay Allah, görürsən hansı iş formalarından istifadə edim. Görürsünüz, mən bunları nəyə uyğun? Mən bu götürüb ağlıma gələn iş üsulu seçmədim. Qoy ziqzaqdan istifadə edim. Axı ziqzaq bura uyğun gəlmir. Ziqzaq iş üsulu aiddir humanitar fənlərə. Çünki ziqzaqın tərifində deyir də, böyük mətnin qısa zaman ərzində şagirdlərin mənimsədilməsi. Yəni, mətni hissələri bölürük, veririk uşaqlara. Mətinlə həndəsənin nə əlaqəsi? Deməli, biz iş üsullarını da ağlımıza əsdiyi kimi seçmirik. Məqsədə uyğun seçirik. Mənim deməli, fərqləndirir. Ən gözəl müqayisə üsulu Venn diaqramı. Sonra iş formaları vardır. Görəsən, uşaqları qruplarla işlədim, yoxsa cütlərə bölüb, fərdi işlədim, yoxsa kollektivlər. Məsəl üçün, seçirəm ki, cütlərlə işlədərəm, cütlərlə. Sonra var idi inteqrasiya. Yəni, üçüncü funksiya inteqrasiya idi. Bu birinci funksiya idi, məqsəd. Bu ikinci funksiya idi, təlim strategiyaları, iş üsulları idi. Bu iş üsulu Venn diaqramı. Cütlərlə də iş forması. Bu daxildir təlim strategiyalarına. Üçüncü funksiya da inteqrasiya idi. Ay Allah, görəsən mən dərsimi nə ilə inteqrasiya edə bilərəm? Yəni ki, məsəl üçün, həndəsi fiqurları nə ilə inteqrasiya edə bilərəm? Real həyatla, fənn üstü inteqrasiya edə bilərəm. Uşaqlara deyə bilərəm ki, gedin bu həndəsi fiqurlara aid nəsə düzəldin, gətirin. Yəni ki, bu da oldu üçüncü funksiyamız. Görürsünüz, hamısı nəyə aiddir? Məqsədə. Birinci məqsədi çıxartdım, ondan sonra ona uyğun iş üsulu, iş forması, inteqrasiya. Dördüncü də ki, davamlı, deməli, hər il dəyişməsi və davamlı çətinləşməsi. İndi bu dördüncü funksiyanı ayrı yazın. Deyirəm, sizə birdən sual belə düşər ki, alt standart hər il dəyişir, bəli də düzdür dəyişir. Bir də belə yazar ki, amma məzmun etibarilə dəyişmir. Bu düzdür. Nə deməkdir? Mən uşaqlara birinci sinifdə isim keçirəm. Birinci uşağı ismi haqqında bir tərifini öyrənəcək. Bir tərif, bir də ki, suallarını. Kimdən hara? Yəni, birinci uşaq bu qədər öyrənir. Bu birinci sinifdir. İndi ikinci sinifdə mən yenə isim keçirəm. Bu dəfə halları keçirəm. İsmin hallarını. Üçüncü sinifdə mən yeni isim keçirəm. Bu dəfə nə bilim, quruluşca növü, mənsubiyyətə görə dəyişməsi və s. Dördüncü sinifdə mən yenə isim keçirəm. Nə bilim, bu dəfə şəxs sonluqları filan bunları keçirəm. Şəxs sonluqları. Təkdə cəmdə olması və s. Baxın, birinci sinifdə sadəcə tərif və suallar idi. İkinci sinifə keçdi, daha da çətinləşdi. 6 dənə hal öyrənir. Üçüncü sinifdə biraz da çətinləşdi. 3 dənə quruluşca növü, mənsubiyyətə görə dəyişməsi. Dördüncü sinifdə şəxs sonluğu, 5-ci sinifdə filan, 10-cu sinifdə filan. Hər il görürsünüz çətinləşdi, hər il dəyişdi, hər il inkişaf etdi. Amma məzmun etibarilə eyni qaldı. İsim elə isim kimi qalır. Məzmun eynidir, isim. Və yaxud da bayaqların dediyi toplama çıxma. Birinci sinifdə 10 dairəsində toplama çıxma keçdik. İkinci sinifdə 100 dairəsində toplama çıxma keçdik. Nə bilim, üçüncü sinifdə 1000 dairəsində, amma birinci sinifdə 10 dairəsində idi.
İkinci sinifdə 100 dairəsində toplama çıxma, 3-də 1000 dairəsində, 4-cü sinifdə 1 milyon dairəsində. Düzdür? Amma məzmun etibarı ilə nədir? Toplama və çıxma. Toplama çıxma. 1000 dairəsində toplama çıxma. Yəni məzmun etibarı ilə toplama çıxma 11-ci sinifə qədər eyni qalır. Sadəcə tərkibi də dəyişir, yəni çətinləşir. Aydın oldu bura qədər? Bəli, müəllimə. Tamam, əla. Sonra təkmilləşdirilmiş kurikulumlarda alt standartların çoxu demək olar ki, gündəlik təlim nəticələri səviyyəsində verilir. Bu nə deməkdir? Əvvəllər müəllimlər alt standartdan 5-6 dənə məqsəd çıxardırdı. İndi deyir ki, lazım deyil o qədər məqsəd çıxarmaq. 2 dənə məqsəd çıxart, maksimum 3 dənə məqsəd çıxart. Hətta yenilənmiş fənn kurikulumlarında alt standartın özünü də məqsəd kimi götürə bilərsiniz. Məsəl üçün deyirəm də, bayaqlarım mən yazdım, həndəs fiqurları fərqləndirir. Tutalım ki, onu dövlət mənə verir, hazır. Elə mən onun özünü də məqsəd kimi götürə bilərəm. İstəsəm əlavə 1-2 dənə də özümdən çıxararam. Yəni, bu da o deməkdir. Deyib, yazır ki, bu müəllimin işini daha da asanlaşdırır. Dedim, axı, əvvəllər 5-6 dənə məqsəd çıxardırdı. İndi deyir ki, 2 dənə, maksimum 3 dənə məqsəd çıxar. Hətta 1 dənə də çıxara bilərsiniz. Bu, yəni, müəllimin işini asanlaşdırır. Yəni, alt standartlardan gündəlik təlim nəticəsi çıxarmağa gərək qalmır. Bayaq dedimi, dövlət mənə verib ki, həndəsi fiqurlar fərqləndirir. Heç mən əlavə məqsəd çıxarmadım, elə onun özünü götürdüm məqsəd kimi. Yəni, onu da edə bilərik. Müəllim təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı, öyrənmə fəaliyyəti müəyyənləşdirməklə dərsi qurur. Bu qiymətləndirmə meyarı və öyrənmə fəaliyyəti əslində bu dərs daha geniş verilir planlaşma dərsində. Orada daha geniş keçəcəyik. İndi burada bir dənə yazıb da cümləni, onun damcı izahını verim. Bu nə deməkdir? Mən birinci məqsəd çıxartdım. Ona uyğun qiymətləndirmə meyarı müəyyənləşdirməliyim. Ona da uyğun təlim fəaliyyəti. İndi biz geriyə planlamada belə keçəcəyik də. Belə keçəcək. Təlim nəticəsi, bu təlim nəticəsidir də. Buna uyğun, yəni birinci gördünüz, məqsədi qoydum. Birinci nəticə, birinci məqsəd. Sonra buna uyğun qiymətləndirmə meyarı, buna da uyğun öyrənmə fəaliyyəti. İndi bu nə deməkdir? Birinci məqsəd, o bayaqlarım dedimi, həndəsi fiqurları fərqləndirir. Bu məqsədimdir, həndəsi fiqurları. Görürsünüz, birinci, yəni mütləqdir ki, mən məqsəd, yəni təlim nəticəsi çıxarmalıyam. Həndəsi fiqurları fərqləndirir. Və müəllim mütləq şəkildə məqsədi dərsə girdi ya, dərsə girən kimi birinci lövhəyə yazmalıdır. Bir bunu lövhəyə yazmalıdır, bir də qiymətləndirmə meyarını. Yəni bunu yazıb dalayacaq da bunu yazmalıdır. Baxın, dedim ki, qiymətləndirmə meyarını da məqsədə uyğun müəyyən etməliyəm. Məqsədim nədir? Həndəsi fiqurlar fərqləndirir. Meyar qoyuram, fərqləndirmək. Meyar nədir? Yəni qiymətləndirmək də. Əvvəllər uşaqlar bilirdi ki, qiymət alır. 2, 3, 4, 5 bundan birini alacaq. İndi uşaq bilmir axı nə alacaq. Ona görə biz belə bir meyar yazmalıyıq. Meyarı da götürüb öz ağlımdan yazmıram ha. Məqsədə uyğun. Məqsədim nədirsə, götürüb mən bura yazsam ki, şərh etmək. Yazıram bura şərh etmək. Mən burada artıq dərsimi pozmuş oluram. Nə əlaqə şərh? Uşaq nəyi şərh edəcək? Mənim məqsədim həndəsi fiquru fərqləndirməlidir. Şərh etmək o zaman olar ki, deyərəm uşaq gəlir sözləri ilə nağıl danışır. Bu olar şərh etmək. Deməli, mən qiymətləndirmə meyarını özümdən çıxara bilmərəm. Görürsünüz, məqsədim nədirsə, mənim də məqsədim budur da, həndəsi fiqurları fərqləndirir. Buna uyğun qiymətləndirmə meyarı çıxartdım, fərqləndirmək. Bu deməkdir ki, dərsin sonunda mən artıq uşaqların gündəliyinə qiymət yazacağam da, meyar yazacağam. Həndəsi fiqurları tam fərqləndirir, yəni 5 aldı. Həndəsi fiqurları qismən fərqləndirir, yəni 4 aldı. Həndəsi fiqurları fərqləndirə bilmir, 2 aldı. Həndəsi fiqurları müəllimin köməyi ilə fərqləndirir. Yəni, bax, fərqləndirməyi ümumi şəkildə yazmışam ki, uşaqlar, sizin sonunda alacağınız qiymətləndirmə budur. İndi baxın da görün, nə edirsiniz, yəni yaxşı çalışın. Öyrənmə fəaliyyəti nədir? Bunlara da uyğun öyrənmə fəaliyyəti. Hansı ki, bayaqlarım dedimi, iş üsulları. Nə seçdim iş üsullarına? Venn diaqramı. Dedim ki, bu dərsi Venn diaqramı ilə keçərəm. Venn diaqramı. Sonra iş forması nə seçdim? Dedim ki, cütlərlə iş, cütlərlə. Öyrənmə fəaliyyətinə bunlar daxildir. Sonra inteqrasiya,
Sonra hansı resurslardan istifadə edəcəm? Məsələn, evdə götürmüşəm köhnə çay qabı, ətir qabını rəngli kağızla bükmüşəm ki, həndəsi fiqur kimi nümunə aparacam uşaqlara. Yəni də bunların hamısını planlaşmamda yazacağam. Bildiniz, düzdür, dərs dediyim kimi planlaşma dərsidir. Sadəcə burada indi o cümləni bax yazıb da müəllim təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı və öyrənmə fəaliyyəti müəyyənləşdirməklə dərsini qurmalıdır. Ona görə izahı verdim. Bura kimi aydındır müəllimlər? Bəli. Bəli. Əla. İndi gəldik inteqrasiya, azdan çoxdan məlumatdısınız. İntegr sözünün mənası bütövləşmə deməkdir. Biz amma inteqrasiyanı keçirik də. İnteqrasiyanın isə mənası əlaqələndirmə deməkdir. 3 növü var. Fənlər arası, yəni bir sualın içində 2 və daha çox fən gördünüzsə, deməli bu fənlər arasıdır. Heç daha çox lazım deyil, elə 2 dənəni görən kimi fənlər arası olur. Yəni cümlələrdə belə veriləcək. 2 və daha çox fənlər, müxtəlif fənlər, bu olur fənlər arası. Yəni ən asanı budur. İndi gəlirik fən daxili, 2 növü var, şaquli və üfüqi. İndi gələk, keçək yenə o biri səhifəyə. Məsəl üçün üfüqi deyəndə, şaquli deyəndə deyirik ki, siniflər arası, bayaq müəllimlərimizdən biri qəşəng danışdı. Deyirik siniflər arası, yəni müəllim 6-cı sinifdə tarix dərsi keçir, Manna dövlətini keçir. Deyir, ay uşaqlar, yadınızdadır, 5-ci sinifdə də Mannanı biz Manna haqqında ümumi anlayış keçmişik. Bu oldu, tarix, siniflər arası. Ya da deyər ki, uşaqlar, yadınızdadır, keçən il sizlə bunu keçmişdik, keçən il. Yəni, yenə siniflər arası. İndi gəlirik, üfüqiyə deyirlər ki, siniflər arasını bu cür yadda saxlayın da mərtəbələr. Məsələn, 6-cı sinifi 5-ci siniflə əlaqələndirir, 5-ci sinifi 4-cü siniflə, yəni aşağı siniflərin əlaqə. Üfüqini isə bir düz xət kimi düşünün. Məsəl üçün, bayaqlarım yazdım, dedim ki, Azərbaycan dilinin məzmun xətləri. Məsələn, yazıram ki, qısaca yazıram da, dinləyib anlamaq. İkincisi, oxu. Üçüncüsü, yazı. Dördüncüsü, dil qaydaları. Miqa bir dənə belə bir sual düşmüşdü. Deyirdi ki, deməli, sualda belə idi. Deyirdi ki, müəllim şagirdə sinifdə video çarx izlədir. Sonra deyir ki, gedin buna aid esse yazın. Bu düşmüşdü filologiyaya. İngilis dilinə də buna uyğun Miqa sual düşüb. 2 il dalbadal düşüb. Bax, video çarx izlətmək, sinifdə izlədir. Uşaq izləmək üçün dinləyir, esse yazması üçün anlayır. Yəni, dinləyib anlamalıdır ki, geçsin ondan esse yazsınlar. Yəni, birinci məzmun xətti var. Sonra da deyir ki, get esse yaz. Yazı məzmun xətti də var. Ya da gözlüyüm də bunları başqa rənglə yazım ki. Deməli, birincisi. Baxın, birinci məzmun xətti var, dinləyib anlama. Bir də yazı məzmun xətti də var. Gördünüz, bir düz xət altında. Buna üfüqi deyirik. Yəni, məzmun xətləri arasında əlaqə varsa, bu fən daxili üfüqidir. Ya da ki, 2 ilə 4-ün arasında əlaqə yaradar. Nə bilim, 3 ilə 4-ün arasında əlaqə yaradar. Bir sözlə də 5 məzmun xəttiniz varsa, onların arasında əlaqə yaradırsınızsa, bu olur üfüqi inteqrasiya. Aydındır müəllimlər? Bəli. Bəli, müəllimə. Müəllimə, bu bax bu sual buraxılış imtahanlarında da düşür də, 9-larda, 11-lərdə belə bir dinləyib yazma, esse yazma sualı düşür. Elə bir şeylər düşür. Bəli, düşür, düzdür. Biz əvvəllər, belə deyim də, xəyalımızda canlandırmaq, təsəvvür elə, fərziyyələr irəli sür, bunları fənüstü götürürdük, artıq götürmürük. Artıq fənüstü nədir? Deyir, uşaq həqiqətən gedib, bunu real həyatda tətbiq eləməlidir. Məsələn deyirəm, əvvəllər belə idi, müəllim deyir ki, uşaqlara sinifdə, uşaqlar, təsəvvür edin ki, meşədəsiz, azmısınız, nə bilim, A nöqtəsinə çatmalısınız, biz bunu fənüstü deyirdik.
Çünki təsəvvür edin deyir də. İndi artıq elə deyil. İndi uşaq bunun fənn üstü olması üçün uşaq həqiqətən ki meşədə azmalıdır. Həqiqətən ki A nöqtəsinə çatmalıdır. Yəni bunu həqiqətən etməlidir. Ya da ki, uşaqlar məktəbin həyətindədir. Görürlər ki, hamı zibili eyni zibil qutusuna atır. Öz aralarında deyirlər ki, dostları ilə, bəlkə bir layihə təşkil edək. Bura 3 dənə zibil qabı düzək və gedib onu edirlər də. Zibil qabın üstünə 3 dənə yazı yazırlar. Birinə yazırlar ki, plastik qablar üçün, o birisi kağız üçün, üçüncüsü qarışıq zibillər üçün. Bunu uşaq həqiqətən həyatda tətbiq elədi. Bu olur fənn üstü. Və fənn üstü inteqrasiya ən üst səviyyədə, yəni ən üst inteqrasiyadır. Niyə? Artıq fənnin üstünə çıxır da bu adam, həyatdır. Artıq tətbiqə keçir. Fənnin üstünə çıxır. Bildiniz, bu olur fənn üstü. Yəni, həqiqətən gedib real həyatda tətbiq etməlidir. İndi burada yazıb ki, inteqrasiya məqsədi şagirdi inkişaf etdirmək. İnteqrasiya nə idi? Əlaqələndirmək. Yəni, biz dərsimizi başqa dərslərlə əlaqələndirməkdə məqsədimiz odur ki, şagirdi inkişaf etdirək. Öyrənməsini asanlaşdıraq. Dərsdə şagirdlərə daha aydın olsun deyə nümunələr çəkirik, digər fənlərlə, mövzularla, həyatla əlaqələndiririk. Niyə? Uşaq dərsi daha yaxşı başa düşsün deyə. Burada da bax yazmışıq, inteqrasiyanın ən üst səviyyəsi fənn üstü inteqrasiyadır. Bu qeyddə bayaq sizə dedim, məzmun standartı bərabərdir alt standart. Məzmun standartını məzmun xətti ilə qarışdırmayın. Necə qarışdırmayın? Bunun da sonu standartla bitir, alt standart da standartla bitir. Deməli, bunlar elə bir-birinə bərabərdir. Yəni, testdə görəndə qarışdırmayın. Yaxşı müəllimlər. Dərsimiz bu qədər. Nəsə sualınız varsa buyurun. Yox müəllimə. Yoxdur? Tamam. Dərsimiz bu qədərdir. Yenə də göndərəcəm. Test saxlarında göndərəcəm. Çox sağ olun. Nədən faydalıdır müəllimə? Müəllimə Deyirəm bu dərsin videosunu göndərəcəksiniz bizə. Bəli, bəli. Ekran kaydı götürmüşəm. İnşallah salamat gəlir, alınar. Aha, o bir müəllimə nə dedi? Ev tapşırığı bu dərsi öyrənəcəksiniz. Bunun 45 dənə testi var. Bunun testlərini işləyəcəksiniz. Time'dadır yoxsa? Bəli, time testindədir. Bunun testini işləyəcəksiniz. Gələn dərs yenə 3 mövzudan sual cavab edəcəyik. Yenə 3 mövzuya aid dərs zamanı test işləyəcəyik. Oldu müəllimə. Yəni ki, əvvəlki dərsləri də həmişə təkrarlayın. Oldu müəllimə. Sağ olun. Oldu. Sağ olun. Plusları göndərərsiniz. Sağ olun. Sağ olun. Sağ olun. Çox sağ olun. Gecəniz xeyrə qalsın. Sizin də sağ olun. Sağ olun müəllimə, sağ olun. Sağ olun.